Baxaq 61-ci suala. 61-ci sualda verilib ki 2 kosinus kvadratı x çıxaq kosinus x çıxaq 3 bərabərdir 0. Tənliyini həll edin. Aydın məsələdir ki, bunun köklərindən biri kosinus x bərabərdir -1-dir. Digəri isə deməli hasili -1/5 eləmək üçün digəri isə müsbət 1/5-dir. Və kosinusda müsbət 1/5 ola bilmir. Onda yerdə qalır kosinus x bərabər -1 tənliyini həll etmək. Buradan bilirik ki, x bərabərdir. Pi üstə gələk 2pi n-dir. Bunu da verib bizə E variantında cavab olur E variantı. Sonra baxaq 62-ci suala. 62-ci sualda 2 sinusun kvadratı x minus sinus x minus 3 bərabər 0. Bunun köklərindən biri sinus x bərabərdir -1-dir. Digəri isə sinus x bərabərdir müsbət 1/5 olmalıdır və sinus da 1/5 ola bilmir. Onda sinus x bərabər -1 tənliyini həll etsək, x bərabərdir -pi bölünsün 2. Üstə gələk 2pi n şəklindədir. Bu da C variantında verilibdir. Cavab olur burada C variantı. Sonra baxaq 63-cü suala. 63-cü sualda verilib sinus x minus kosinus x bərabərdir 1 tənliyinin ən kiçik müsbət kökünü tapın. Bunu əlavə arqument daxil etməklə də yaza bilərsiniz. Və yaxud da ki, kvadrata yüksəltməklə də. Gəl bunu kvadrata yüksəldək. Sol tərəfi müxtəsər vurma düsturundan açsaq, olar sinus kvadratı x, üstə gələk kosinus kvadratı x, çıxaq sinus 2x bərabərdir 1. Sol tərəfdə də 1 var. Biz bilirik ki, bu cəm 1-dir. Sağ tərəfdə də 1 var. Bunlar islah olur. Yerdə qalır sinus 2x bərabərdir 0. Buradan da 2x bərabərdir. Sinusun 0 olduğu yerlər 2 pi-n'lərdir. 2-yə də bölsək qalar pi-n'lər. Ən kiçik müsbət kökünü istəyir bizdən. Daha doğrusu sinus 2 pi-n'lərdə deyil. Pi-n'lərdə alır 0-ı. Buranı da düzəlsək qalır pi-n bölü 2. N'in yerinə 1 yazsaq ən kiçik kökü x bərabər pi bölünsün 2-ni almış olarıq. Burada cavab olur B variantı. Sonra baxaq növbəti 64-cü suala. 64-cü sualda verilib sinus 3x minus sinus 7x bərabərdir kök 3 sinus 2x. Birinci rübə daxil olan köklərin cəmini tapın. Gəlin sol tərəfi fərqin hasili keçmə düsturundan istifadə edərək sadələşdirək. Yaza bilərik 2 sinus 3x-dən 7x çıxanda qalır -4x. 2-yə də böləndə -2x. Vuraq kosinus 5x. Bərabərdir kök 3 sinus 2x. Bu mənfini biz buradan silib qarşıya ata bilərik. Çünki sinus tək funksiyadır. Onda alırıq -2 sinus 2x. Vuraq kosinus 5x. Bərabərdir kök 3 sinus 2x. Buradan aydın məsələdir ki, sinus 2x-ə 0 deyib hər tərəfi bölə bilərik. Sinus 2x bərabər 0 deyib ixtisar aparırıq. Digər tərəfdən də kosinus 5x-i bərabər edirik -kök 3 bölünsün 2-yə. Bizə bu 2 dənə tənliyin həlli lazımdır. Birincidən alırıq 2x bərabərdir pi-n'lərə. Buradan x bərabərdir pi-n bölünsün 2-yə. İkincidən isə 5x bərabərdir plus minus arq kosinus -kök 3 bölünsün 2. Üstə gəl 2 pi k. Buradan 5x bərabərdir plus minus. Bunu yaza bilərik belə pi minus pi bölünsün 6. Üstə gəl 2 pi k. Hər tərəf 5-ə bölsək, x bərabərdir plus minus pi bölünsün 6. Üstə gəl 5-də 2 pi k eləyir. Gəlin indi birinci tənişdə və ikinci tənişdə k və n-ə tam ədədlər yazaq, kökləri araşdıraq. Birincidə n-ə 0 yazsaq, x-ə 90 dərəcə tapırıq və bu da həmin aralığa daxildir. Daha doğrusu 0 yazsaq 0 alırıq. 1 yazanda 90 dərəcə alırıq. X bərabər 90 alırıq. Bu 2 dənə kök ora daxildir. 2 yazsaq aydın məsələ 180 olur və daxil olmur. İkincidə isə k-ya gətirək bir dəfə
Bu iki dənə kökü bir-birindən aralayaq ümumən. Bu iki dənə kök belə deməkdir. X bərabərdir 30 dərəcə üstə gələk. Deməli 72K. Biri isə x bərabərdir mənfi 30 dərəcə üstə gəl 72K. Gətirək K-nın yerinə bir dəfə 0 yazaq, bir dəfə 1 yazaq. Bir dəfə 0 yazsaq, K-ya 0 yazsaq, X-ə birincidən alarıq 30, ikincidən alarıq mənfi 30. Mənfi 30 bura daxil deyil. K-ya bir dəfə 1 yazsaq, K-nın yerinə 1 yazsaq, birincidən alarıq 102 dərəcə, daxil olmur. 102 dərəcə 90-dan böyükdür. İkincidən isə alırıq 42 dərəcə, 42 dərəcə daxildir. Bizə lazımdır deməli 0, 90, 30 və 42-nin cəmləri. Bu da eləyir 120, 162 dərəcə. 162 dərəcə. 162 dərəcəni radyana keçirək. Bununla bilirik, radyana keçirmək üçün pi-yə vurub 180-ə bölməliyik. Hər tərəfi 18-ə bölsək, məxrəcdə 10, sürətdə qalar 9 pi. Cavab eləyir 10-da 9 pi E variantı. Sonra baxaq növbəti 65-ci suala. 65-ci sual. Verib 4 kosinusun üstündə 4, 2, çıx 5. Kosinus 2x'i biz yaza bilərik 2 kosinusun kvadratı 2 minus 1 şəklində. Bərabər mənfi 1. Buradan alırıq 4 kosinus üstü 4 2 minus 10 kosinusun kvadratı 2. Üstə gəl 5. Üstə gəl 1 bərabər 0. Hər tərəf 2-yə bölsək 2 kosinusun üstü 4 2 minus 5 kosinusun kvadratı 2 plus 3 bərabər 0. Buradan kosinus kvadratı x-ə bir dənə t desək, alarıq 2t kvadratı minus 5t üstə gəl 3 bərabərdir 0. Bunun da köklərindən aydın məsələdir. Biri 1-dir, biri də 3 bölünsün 2-dir. Digər tərəfdə əvəz etmədə yerinə yazsaq, kosinus kvadratı x bərabər 1, bir dəfə də kosinusun kvadratı 2 bərabərdir 1 onda 5 alırıq. Biz bilirik ki, kosinusun kvadratı x-in qiymətlər çoxluğu 0, 1 parçasıdır. Ən böyüyü 1-dir, ona görə 1 onda 5 ola bilməz. Qaldı birincinin həlli. Bunda dərəcəni aşağı salma düsturundan istifadə edib yazırıq ki, 1 üstə kosinus 2x bölünsün 2 bərabər 1. Buradan kosinus 2x bərabərdir 1-ə. 2x də bərabərdir 2 pi n-ə. X də bərabərdir pi n olmuş olur. Deməli 65-ci sualda da cavab olur D variantı. Sonra baxaq 66-cı suala. 66-cı sualda verib 8 sinusun üstündə 4 2 üstə gəl 13. Kosinus 2x-i yaza bilərik. 1 minus 2 sinusun kvadratı 2 bərabərdir 7-yə. 8 sinusun üstündə 4 2 çıxaq 26 sinusun kvadratı 2 üstə gəl 13 çıx 7 bərabər 0. Hər tərəf 2-yə bölsək 4 sinusun üstü 4 2 çıx 13 sinusun kvadratı 2. 13-dən 7 çıxan da eləyir 6. 2-yə də bölsək alarıq 3 bərabərdir 0-a. Bunun köklərini tapaq. Deməli, daha doğrusu kənarda əvvəlcə sinus kvadratı x-ə bir t deyək, sonra kökləri araşdıraq. 4t kvadratı minus 13t üstə gəl 3 bərabər 0. Diskriminant bərabərdir 169 çıx 4ac. Bu da eləyir 48 bərabərdir 121. T1 bərabərdir 13 üstə gəl 11 bölünsün 8. Bu da eləyir 3. T2 bərabərdir 13 çıxılsın 11 bölünsün 8. Bu da eləyir 8-də 2, yəni 4-də 1. Gətirib yerinə yazsaq, sinus kvadratı x bərabərdir 3-ə. Biz bilirik ki, sinus kvadratı maksimum 1 ola bilir. Deməli, 3-ə bərabər ola bilməz. Digərində sinus kvadratı x bərabərdir 4-də 1-ə. Buradan alırıq 1 çıxaq kosinus 2x bölünsün 2 bərabərdir 4-də 1. Hər tərəf 2-yə vursaq, burada qalar 2-də 1. Buradan alırıq ki, kosinus 2x bərabərdir 2-də 1-ə. 2x də bərabərdir plus minus. Kosinusun 2-də 1 aldığı yerlər pi bölünsün 3-lərdir. Üstə gəlirəm 2 pi kaları. X də bərabərdir plus minus pi bölünsün 6. Üstə gələk
pi k. Cavab olur plus minus pi bölü 6 üstə gəl pi k E variantı. Sonra baxaq növbəti 67-ci suala. 67-ci sualda deməli verilib ki, modulda sinus x üstə gələk modulda kosinus x bərabərdir kök altında 2 tənliyini həll edin. Bu tənliyi kvadrata yüksəldək. Alarıq sinus kvadratı x üstə gələk kosinus kvadrat x üstə gələk 2 modulda sinus x modulda kosinus x bərabərdir 2-yə. 1 üstə gələk modulda sinus 2x bərabərdir 2-yə. Buradan alırıq modulda sinus 2x bərabərdir 1-ə. Biz də bilirik ki, modulda sinus 2x 1-ə bərabər olanda sinus 2x ya müsbət 1 olmalıdır, ya da sinus 2x mənfi 1 olmalıdır. Sinus 2x'in müsbət 1 və mənfi 1 qiymətlərində kosinus 2x bərabər 0-dır. Elə bunu həll etsək, o ikisini həll etməkdən yaxşıdır. Onda buradan 2x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəl pi n'lərdir. 2'ye də bölsək x bərabərdir pi bölü 4 üstə gəl pi n bölünsün 2. Burada cavab olur A variantı. Baxaq növbəti 68-ci suala. X-in hansı qiymətlərində ardıcıllığı həndəsi silsilə təşkil edir? Biz bilirik ki, həndəsi silsilədə b-nin kvadratı bərabərdir b minus 1'in kvadratı. Daha doğrusu b minus 1 vuraq b plus 1-ci hədd. Onda yaza bilərik ortadakı həddin kvadratı bölə eləyir 2 sinusun kvadratı 2x bərabərdir. Bu ikisinin hasili. Bu da eləyir 3 kosinus 2x. Buradan sinus kvadratı 2x'in yerinə yaza bilərik 1 minus kosinus kvadratı 2x bərabərdir 3 kosinus 2x də var. Bunu açırıq 2 minus 2 kosinus kvadratı 2x bərabərdir 3 kosinus 2x-ə. Bir tərəfə keçirsək 2 kosinusun kvadratı 2x üstə gələk 3 kosinus 2x minus 2 bərabərdir 0-a. Bizə lazımdır bu tənliyi həll edək. Buradan da diskriminant bərabərdir b kvadratı çıx 4ac 4 dəfə 2 8 16. Bu eləyir 25. Buradan alırıq kosinus 2x bərabərdir mənfi 3 üstə gələk 5 bölünsün 4. Bu da eləyir 2-də 1. Bir dəfə də kosinus 2x bərabərdir mənfi 3 çıx 5 bölü 4. Bu da eləyir mənfi 2. Və biz bilirik kosinus mənfi 2-yə bərabər ola bilmir. Onda yerdə qalır kosinus 2x bərabərdir 2-də 1 tənliyi. Buradan da 2x bərabərdir plus minus pi bölünsün 3 üstə gələk 2 pi n'dir. 2'ye də bölsək x bərabərdir plus minus pi bölünsün 6 üstə gəl pi n. Burada da cavab olur D variantı. Sonra baxaq növbəti 69-cu suala. 1 minus kosinus 6x vuraq kosinus 3x bərabərdir sinusun kvadratı 3x tənliyini həll edin. Kosinus 6x'i açaq, belə yaza bilərik onu. 1 minus 1 plus 2 kosinus kvadratı, daha doğrusu 2 sinus kvadratı. Yəni mötərizədə yazım 1 minus 2 sinusun kvadratı 3x. Kənardan vururuq kosinus 3x-ə bərabərdir sinusun kvadratı 3x-ə. Buranı sadələşdirsək, alarıq 2 sinusun kvadratı 3x vuraq kosinus 3x. Sinus kvadratı 3x'i sola keçirsəm, çıx sinus kvadratı 3x bərabər 0-a. Sinus kvadratı 3x'i kənara çıxarıram. Deməli, sinusun kvadratı 3x'i kənara çıxarsaq, qalar 2 kosinus 3x çıxaq 1 bərabər 0. Buradan da vuruqların hər biri 0 olmalıdır. Bir dəfə sinus kvadratı 3x bərabərdir 0-a. Bir dəfə də kosinus 3x bərabərdir 2-də 1 tənliyini həll edirik. Sinusun kvadratı 3x bərabərdirsə 0-a. Buradan 1 minus kosinus 6x bölünsün 2 bərabərdir 0 olmalıdır. Buradan da kosinus 6x bərabərdir 0-a. 6x də bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölü 2
Üstə gələk. Deməli pi n'lərdir. 6-ya da bölsək x bərabərdir pi bölünsün 12, üstə gəlinsin pi n bölünsün 6. İkincinin həlləri isə kosinüs 3x bərabərdir 2-də 1-ə. Buradan 3x bərabərdir plus minus pi bölünsün deməli 3, üstə gəlinsin 2 pi n'dir. 3-ə də bölsək x bərabərdir plus minus pi bölünsün 9, üstə gəl 3-də 2 pi n. Baxırıq variantlara görə ki, harda var? Plus minus pi bölü 9 üstə gəl 3-də 2 pi n. Deməli bu var variantlarda, ancaq bu yoxdur. Görək burada harda səhv eləmişik. Deməli 6, bu 1 olmalıdır. Onda buradan sonrasını düzəldək. Deməli bu bərabərdir 1-ə, 6x də bərabərdir. Kosinüsün 1 olduğu yerlər 2 pi n'dir. Buradan da hər tərəfi 6-ya bölsək x bərabərdir pi n bölünsün 3. Birinə k yazaq, birinə də n, pi k bölü 3. Cavab olur D variantı. Pi k bölü 3, digəri isə plus minus 9'da pi. Üstə gəl 3'də 2 pi n. Baxaq 70-ci suala. 70-ci sualda verilib ki, 1 üstə gələk. Kosinüs 6x'i yaza bilərik. 2 kosinüsün kvadratı 3x çıx 1. Vuraq sinus 3x bərabərdir kosinüsün kvadratı 3x-ə. Buradan plus minus birləri islah eləyirik. Qalır 2 kosinüsün kvadratı 3x. Vuraq sinus 3x. Çıxaq kosinus kvadratı 3x bərabər 0. Kosinus kvadratı 3x'i kənara çıxarsaq, yerdə qalır 2 sinus 3x. Çıxaq 1 bərabər 0-a. Kosinüsün kvadratı 3x bərabərdir 0-a. Digərində isə sinus 3x bərabərdir 2-də 1 olmalıdır. Birincidən 1 plus kosinus 6x bölünsün 2 bərabərdir 0 olmalıdır. Buradan kosinus 6x bərabərdir mənfi 1-ə. 6x də bərabərdir. Pi üstə gəlinsin 2 pi n. X də bərabərdir pi bölünsün 6. Üstə gəlinsin pi n bölünsün 3. İkinci tənlikdən isə 3x bərabərdir mənfi 1-in üstündə m. Vuraq pi bölünsün 6. Üstə gəlinsin pi k-dır. 3'ə bölsək x bərabərdir mənfi 1-in üstündə n. Pi bölünsün 18 üstə gəl pi k bölünsün 3. Bu cavablar da verilibdir A variantında. Deməli 70'də də cavab oldu A variantı. Baxaq növbəti 71-ci suala. 71. Verilib sinus 2x minus sinus 2x bərabərdir sinusun kubu x tənliyini həll edin. Buradan sinus 2x minus sinus 2x'i açsaq 2 sinus 2x kosinus 2x. Sinus kubunu sol tərəfə keçsəm çıx sinusun kubu 2x bərabərdir 0-a. Sinus kubunu kənara çıxar, daha doğrusu sinusu kənara çıxardıram. Sinus x'i kənara çıxarsaq qalar 1 minus 2 kosinus 2x. Çıxaq sinusun kvadratı x bərabər 0. Vuruqları ayrılıqda 0 edirik. Sinus x bərabərdir 0. Digərində isə 1 minus 2 kosinus x minus sinusun kvadratı x bərabər 0. Birincinin həlli aydındır. Sinusun 0 olduğu yerlər pi n'lərdir. İkincinə həll eləsək 1 minus 2 kosinus x çıx. Sinus kvadratın yerinə yazıram. 1 çıx kosinus kvadratı x bərabər 0. Bunu sadələşdirsək 1 minus 2 kosinus x minus 1 üstə gəl kosinusun kvadratı x bərabər 0. Plus minus 1'lər burada islah olur. Kosinus x'i kənara çıxardıram. Yerdə qalır kosinus x minus 2 bərabər 0. Bunda vuruqları 0 olmalıdır. Kosinus x bir dəfə 0 olmalıdır. Bir dəfə də kosinus x 2 olmalıdır. Bilirik ki kosinus x 2 ola bilməz. Qalır kosinus x bərabər 0. Bunun da həlləri kosinus x'in 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlinsin pi kalardı. Deməli biz burada 2 tənlik almışdıq. Biri buydu. Sinus x bərabərdir 0. Bir də kosinus x bərabər 0. Bizə bunların ikisinin birləşməsi lazımdır həllərin. Birinin kökləri pi n'lərdir. Yəni 180 dərəcə 0,
180. Bu qırmızı ilə qeyd elətdiklərimdir. Digəri isə pi bölü 2 üstəgəl pi qalardır. Yəni 90, 270 və s. Bizə bu 4 nöqtənin birləşməsi lazımdır. Bunlar lazımdır. Biz də bunları götürmək üçün pi bölünsün 2 vuraq n şəklində göstərə bilərik. Və yaxud da desəz ki, bunu qrafiksiz, yəni belə çəkdiyimiz həndəs üsulla göstərməsək, bu ikisini birlikdə yazıb sinus x bərabərdir 0, bir də kosinus x bərabər 0 tənliyi lazımdır bizə. Tərəf-tərəfə, daha doğrusu kəsişmə yox, birləşmə lazımdır. Tərəf-tərəfə vursaq, alarıq sinus x vur kosinus x bərabər 0. Hər tərəf 2-yə də vura bilərik. Alarıq sinus 2x bərabərdir 0. 2x bərabərdir pi n-lərə, x də bərabərdir pi n bölünsün 2. Həmin həlləri belə də tapa bilərik. Cavab olur burada A variantı. Sonra baxaq növbəti 72-ci suala. Kosinus x üstəgəl sinus 2x-i yenə açırıq. 2 sinus x kosinus x çıxaq. Kosinusun kubu x bərabər 0. Kosinus x-i kənara çıxardırıq. Yerdə qalır 1 üstəgələk 2 sinus x çıxaq kosinusun kvadratı x bərabər 0. Bir dəfə birinci tənlik 0 olmalıdır. Yəni kosinus x bərabər 0 olmalıdır. Bir dəfə də 1 üstəgələk 2 sinus x çıxaq kosinus kvadratın yerinə yazarıq 1 minus sinus kvadratı x bərabər 0. Bunu sadələşdirsək 1 üstəgəl 2 sinus x çıx 1 üstəgəl sinusun kvadratı x bərabər 0. Plus minus 1'lər gedər. Sinus x-i kənara çıxarsaq yerdə qalar sinus x üstəgəl 2 bərabər 0. Bunun yenə vuruqları 0 olmalıdır. Biri sinus x bərabərdir 0. Bir də sinus x bərabər mənfi 2 olmalıdır ki, sinus x mənfi 2 ola bilməz. 2 dənə həll aldıq. Biri sinus x bərabərdir 0. Digəri isə kosinus x bərabərdir 0. Bunları yanaşı yazırıq. Və bizə bunların birləşməsi lazımdır. Tərəf-tərəfə vursaq alarıq sinus x vuraq kosinus x bərabər 0. Hər tərəf 2-yə vursaq nəsə dəyişməz. Sol tərəfdə sinus 2x-in düsturudur. 2x-ə bərabərdir. Sinusun 0 olduğu yerlər pikalardır. X də bərabərdir. Pika bölünsün 2. Biz də bilirik ki, k-da tam ədəd olmalıdır. Deməli, 72-ci sualda da cavab oldu D variantı. Baxaq növbəti 73-cü suala. 73-cü sualda verib modulda sinus x üstəgəl kosinus x bərabərdir kök altında 2. Tənliyini həll edin. Yenə bu tənliyi necə həll edirik? Hər tərəf kvadrata yüksəldirik. Alırıq sinusun kvadratı x üstəgəl kosinusun kvadratı x üstəgəl 2 sinus x kosinus x bərabərdir 2-yə. 1 üstəgəl bu ikisi bizə bilirik ki 1'i verir. 1 üstəgəl sinus 2x bərabərdir 2-yə. Buradan alırıq sinus 2x bərabərdir 1'ə. 2x də bərabərdir. Sinusun 1 olduğu yerlər pi bölü 2 üstəgəl 2 pi n-lərdir. Hər tərəf 2-yə bölsək x bərabərdir. Pi bölünsün 4 üstəgəlsin pi n-lərə. Cavab olur E variantı. Baxaq növbəti 74-cü suala. 74-cü sualda verilib ki kosinus 2 pi kosinus x bərabərdir 1. Tənliyini həll edin. Biz bilirik ki bunun argumenti yəni 2 pi kosinus x bərabər olmalıdır. Kosinusun 1 aldığı yerlər 2 pi n-lərə. Buradan hər tərəfdən 2 piləri silə bilərik. Qalır kosinus x bərabərdir n-ə. Və biz də bilirik ki n tam ədəd olmalıdır. Kosinus x-in qiymətlər çoxluğu mənfi 1 müsbət 1 olduğundan onda n mənfi 1, n 0 və n 1 ola bilər. Gətirib yerinə yazırıq. Alırıq kosinus x bərabərdir 1. Bir dəfə də kosinus x bərabər mənfi 1. Bir dəfə də kosinus x bərabərdir 0. İlk 2 dənə tənliyin həlli kosinus x-in 1 və mənfi 1 olması sinus x-in 0 olması deməkdir. O ikisinin yerinə bunu həll etsək daha yaxşıdır. Qalır kosinus x bərabər 0 və sinus x bərabər 0. Bu ikisini birgə həll etsək tərəf-tərəfə vururuq. Alırıq sinus x vur kosinus x bərabərdir 0. Hər tərəf 2-yə vursaq nəsə dəyişməz. Alırıq sinus 2x bərabərdir 0-a. 2x də bərabərdir. Sinusun 0 olduğu yerlər
P'nlərdir. Hər tərəfdə 2-yə bölsək, alarıq P'n bölünsün 2. Deməli 74-cü sualda da cavab oldu D variantı. Sonra baxaq növbəti 75-ci suala. 75-ci sualda da verilib kosinus 2 pi sinus x bərabərdir 1 tənliyini həll edin. Buradakı arqument ki var. Bu arqument 2 pi sinus x bərabər olmalıdır kosinusun 1 olduğu qiymətlər. Bu da 2 p'nlərdir. Buradan 2 p'lər ixtisar gedir. Yerdə qalır sinus x bərabərdir n-ə və n daxildir tam ədəd olmalıdır. Sinus x-in qiymətlər çoxluğu -1 müsbət 1-dir deyə. Burada n də -1 müsbət 1 aralığındakı qiymətləri almalıdır. Yəni -1-i, 0 və 1-i ala bilər. O aralıqdakı tam ədədlər bunlardır. Yerinə yazsaq sinus x bərabərdir -1-ə, sinus x bərabərdir müsbət 1-ə və kosinus x bərabərdir 0. Daha doğrusu kosinus x deyil, sinus x. Bir dəfə də sinus x bərabərdir 0-a. Biz bilirik ki, bu ikisinin həlli sinus x-in -1 və müsbət 1 qiymətləri kosinus x-in 0 olması deməkdir. Yerdə qalır bu ikisini həll etmək. O ikisinin həllində bayaqların burada yazmışdıq. Elə birbaşa yazsaq x bərabərdir pi k bölünsün 2 deməkdir. Bunda veribdir C variantında. Sonra baxaq növbəti 76-cı suala. 76-cı sualda verib bir üstə gələk. 2 modulda sinus x bərabərdir. Kosinus 2x-i belə yaza bilərik. 1 minus 2 sinusun kvadratı x. Hər tərəfdən plus minus 1-lər gedər. Təzədən hər tərəfi 2-yə də bölə bilərik. Alarıq modulda sinus x bərabərdir mənfi sinusun, daha doğrusu modulsuz, mənfi sinusun kvadratı x. Biz bilirik ki, bərabərliyin sol tərəfi moduldur deyə müsbətdir. Sağ tərəfdə də bu kvadrat var deyə müsbətdir. Kvadratın qarşısında mənfi var deyə mənfi. Müsbət mənfiyə bərabər ola bilməz. Onda belə çıxır ki, bu sinus x 0 olmalıdır ki, moduldan 0 və sağ tərəfdə 0-a bərabər ola bilsin. Onda x bərabərdir sinusun 0 olduğu yerlər p'nlərdir. Cavab olur burada p'n, C variantı. Baxaq növbəti 77-ci suala. 77-ci sualda bir üstəgəl 2 modulda kosinus x bərabərdir. Kosinus 2x-in yerinə yaza bilərik. 2 kosinusun kvadratı x minus 1. Buradan alırıq bir üstəgəl 2 modulda kosinus x bərabərdir. -2 kosinusun kvadratı x üstəgəl 1 plus 1-lər gedir ixtisar. 2-yə də bölsək modulda kosinus x bərabərdir mənfi kosinusun kvadratı x. Bərabərliyin sol tərəfi moduldur deyə müsbətdir. Sağ tərəfdə bu kvadrat var. Müsbətli kvadratın qarşısında mənfi var. Onda belə çıxır ki, bura ümumilikdə mənfidir. Bu tərəfdə ümumilikdə müsbətdir. Müsbət mənfiyə bərabər ola bilmir. Bunların yeganə həlli 0 olanda olur. Yəni kosinus x bərabər 0 olanda modulda 0-dan 0 çıxır. 0-ın kvadratı 0-dır deyə bunlar bərabərləşir. Onda x bərabərdir pi bölünsün 2 üstə gəlsin pi eyni şəkildə göstərə bilərik. Bunu da veribdir deməli D variantında. Baxaq növbəti 78-ci suala. Tənliyinin intervalındakı kökləri cəmini tapın. 78-ci sual. 4 kök 3 sinus 2x minus 24 üstə gələk 2 kosinus 48 minus 4x bərabərdir 5 tənliyindən söhbət eləyir. Birinci toplanan olduğu kimi saxlayaq. 4 kök 3 sinus 2x minus 24 üstə gələk 2 vuraq. Buranı belə yazaq. Kosinus 2 vuraq. 2x minus 24 şəklində yaza bilərik. Kosinus da cütdür deyə yerlərini dəyişdik. Nəsə fərq etmir. Onda bərabərdir 5-ə. 4 kök 3 sinus 2x minus 24 üstə gələk 2 vuraq. Buna bir alfa kimi yanaşsaq. Kosinus 2 alfanın düsturu lazımdır bizə. Bunu da yaza bilərik 1 minus 2 sinusun kvadratı alfa. Alfamızda 2x çıx 24'dür. Bərabərdir 5-ə. Deməli, biraz da sadələşdirirəm. 4 kök 3 sinus 2x minus 24 üstə gələk. Mötərizəni vurub açsaq 2.
Çıx 4 sinusun kvadratı 2x minus 24 bərabərdir 5'ə. Sinus 2x minus 24'ə bir dənə t deyirik. Alırıq 4 kök 3 t. Üstə gələk 2 minus 4 t kvadratı bərabərdir 5'ə. Buradan alırıq 4 t kvadratı minus 4 kök 3 t plus 3 bərabər 0'a. Bunu həll etsək, diskriminant bərabərdir b kvadratı 48 eləyir. Çıx 4 asi, bu da eləyir 48 bərabərdir 0'a. Alırıq t1 bərabərdir 4 kök 3 bölünsün 8, bu da eləyir kök 3 bölünsün 2. Diskriminant kiçik bərabər 0'dır deyə hər iki kök budur. Onda yazırıq sinus 2x minus 24 bərabərdir kök 3 bölünsün 2'yə. Bunun həllər çoxluğu da 2x minus 24 bərabərdir. Bir dəfə belə yaza bilərik. Pi bölünsün 6. Daha doğrusu kök 3 bölünsün 2'ni 60 dərəcədə alır. Pi bölünsün 3. Üstə gəlinsin 2 pi. Buradan alırıq 2x bərabərdir. 60'ın üstünə 24 gəlsək. Deməli 60'ın üstə 24 gələndə 84. Üstə gəl 2 pi. 2'yə də bölsək 42 üstə gəlinsin pi n. Bir dəfə də yaza bilərik 2x çıx 24 bərabərdir. Pi'dən pi bölçü çıxaram, qalar 3'də 2 pi, yəni 120 dərəcə. 120 dərəcədə kök 3 bölü 2 alır. Üstə gələk 2 pi, burada k yazaq. Buradan 2x bərabərdir 144, üstə gələk 2 pi k. X də bərabər 72 dərəcə, üstə gələk pi k. Bizə lazımdır 0-90 intervalındakı köklər. Bir dəfə burada yenə 0 yazsam x bərabərdir 42 alarıq. N'in yerinə başqa qiymətləri yazanda 0-90'a düşmür. Burada k'ya bir dəfə 0 yazsaq x bərabərdir 72 alarıq. 72 ilə də 42'nin cəmi eləyər 114 dərəcə. Cavab olar A variantı. Sonra baxaq növbəti 79-cu suala. 79-cu sualda 4 sinus 2x üstə gələk 2 kosinus 4x bərabərdir 3 tənliyinin 0-90 intervallar köklərinin cəmini istəyir. Yazarıq 4 sinus 2x üstə gəl 2 vuraq. Kosinus 4x'i yaza bilərik 1 minus 2 sinusun kvadratı 2x bərabərdir 3'ə. Alarıq 4 sinus 2x üstə gələk 2 minus 4 sinusun kvadratı 2x bərabərdir 3'ə. Sinus 2x'ə bir dənə t desək. Alarıq 4t üstə gələk 2 minus 4t kvadratı bərabərdir 3'ə. Buradan 4t kvadratı çıx. 4t üstə gəl 1 bərabər 0'a. Sol tərəfdə 2t çıx 1'in mürtərizə kvadratıdır. Buradan alırıq t bərabər 2'də 1. Yəni sinus 2x bərabərdir 2'də 1'ə. Buradan da 2x bərabərdir. Bir dəfə yaza bilərik. Pi bölünsün 6 üstə gəl 2 pi n. X bərabərdir pi bölünsün 12 üstə gəlinsin pi n alırıq. Yəni bir sözlə x bərabərdir 15 dərəcə. Üstə gələk 180 n. Bir dəfə də 2x bərabərdir 6'da 5 pi, yəni 150 dərəcədə 2'də 1 alır. Üstə gəlirəm 2 pi k'ları. Buradan da x bərabərdir 75 dərəcə. 2'yə bölsək üstə gələk pi k, yəni 180 k. 180 k. Bir dəfə n'ə 0 yazsaq x bərabər 15 alırıq. Bir dəfə də k'ya 0 yazsaq x bərabər 75 dərəcə almış oluruq. Və 75 ilə də 15 toplayanda təbii ki eləyər 90 dərəcə C variantı. Sonra baxaq növbəti 80-ci suala. 80-ci sualda verib kosinus 4x çıx 1 bölək. Kök altında sinus x bərabərdir 0 tənliyini həll edin. Kosinus 4x'i biz belə yaza bilərik. 1 minus 2 sinusun kvadratı 2x minus 1 bölək kök altında sinus 2 bərabərdir 0'a. Buradan plus minus 1'lər gedir. Və yerdə qalır mənfi 2'yə də bölsək nəsə dəyişməz. Alırıq sinusun kvadratı 2x bölünsün
Deməli, bölünsün kök altında sinus x bərabərdir 0 tənliyi. Bunun da həlli olması üçün sürət 0 olmalıdır. Yəni sinusun kvadratı 2x bərabərdir 0 olmalıdır. Bunu da yarım arqumentlə yazsaq 1 minus kosinus 4x bölünsün 2 bərabərdir 0-a. Və buradan alırıq kosinus 4x bərabərdir 1-ə. 4x də bərabərdir. Kosinusun 1 olduğu yerlər 2 pi kalardır. 4-ə də bölsək x bərabərdir pi k bölünsün 2. Deməli, məxrəcdəki bu kök altında sinus x-lər böyük 0 olmalıdır. Həm də ki 0-a bərabər olmamalıdır. Yəni buradakı sinus x böyükdür 0 olmalıdır. Gəlin baxaq bu aşağıdakı həllə. Deməli, bunun həlləri bunlardır. 0, deməli 0, 90, 180 və 270'dir. Bizə də sinusun 0-dan böyük olduğu yerlər lazımdır. Sinus da 0-dan böyük olduğu yerlər biz bilirik ki, bu hissələrdir. Bu hissələr və sinus 0-a bərabər olmamalıdır. Sinus 0-a bərabər olmamalıdır deyə bu göylə x qoyduğum hissələr olmaz və sinusun müsbət tərəfi lazımdır deyə bu hissədə olmur. Yerdə qalır bir dənə bu yuxarıdakı nöqtə. Biz onu da belə yaza bilərik. Pi bölünsün 2 üstə gəlsin 2 pi k şəklində. Bunu da veribdir D variantında. Sonra baxaq növbəti 81-ci suala. Deməli 81-ci sual. Veribdir sinus 2x bölək kök altında kosinus x bərabərdir 0 tənliyini həll edin. Biz bilirik ki, sürət 0 olmalıdır. Yəni sinus 2x bərabərdir 0. Buradan 2x bərabərdir pn, x də bərabərdir pn bölünsün 2 alırıq. Məxrəcdəki kosinus x də böyük 0 olmalıdır. Deməli, bizə bu həllər lazımdır. Buranın həlləri, yəni aşağıda yazdığımız həllər bayaq göstərdiyimiz kimi bu qırmızı ilə işarə qoyduğumuzdur. 0, 90, 180 və 270 dərəcələr. Kosinusun müsbət hissəsi lazım olduğuna görə bu sarı ilə işarələdiyim yerlər lazımdır. Və burada da kosinus 0 olmamalıdır. Kosinus 0 olmamalıdır deyə deməli bu 90 və 270 olmalı deyil. Və müsbət hissəsində də bir dənə bu nöqtə uyğundur. Bu da 2 pi k'lar deməkdir. Deməli burada cavab olur 2 pi k A variantı. Sonra baxaq növbəti 82-ci suala. 82-ci sual. Verilib kosinus üstü 4x üstə gəl sinus üstü 4x bərabərdir modulda sinus x kosinus x tənliyini həll edin. Deməli bunu necə həll edə bilərik? Bu sol tərəfi biz belə yaza bilərik. Kosinusun kvadratı x üstə gəl sinusun kvadratı x-in kvadratı minus 2 sinusun kvadratı x kosinusun kvadratı x. Sadəcə müxtəsər vurma düsturu tətbiq etdik. Bərabərdir modulda sinus x vuraq kosinus x. Buradan alırıq 1 minus 2 modulda sinus x vur kosinus x. Buna ümumilikdə belə kvadrat yaza bilərik. Bərabərdir modulda sinus x vur kosinus x. Deməli sonra nə edirik? Gedək kənardan modulda sinus x vur kosinus x. Buna bir dənə t deyək. Gətirək yerinə yazaq. Alarıq 1 minus 2t kvadratı bərabərdir t-yə. Buradan 2t kvadrat üstə gəl t çıx 1 bərabər 0-a. Bunun da kökləri t bərabərdir mənfi 1-dir. T də bərabərdir, bir dəfə də 2-də 1-dir. Gətirib yerinə yazsaq, modulda sinus x vur kosinus x bərabər mənfi 1. Biz bilirik ki, bu mənfi 1-ə bərabər ola bilməz, çünki modulda mənfi çıxmır. Bir dəfə də yazırıq modulda sinus x vur kosinus x bərabərdir 2-də 1-ə. Hər tərəf 2-yə vursaq, alarıq modulda sinus 2x bərabərdir 1. Kvadrata yüksəltsək, daha doğrusu heç kvadrata yüksəltməyə gərək yoxdur. Buradan bilirik ki, sinus 2x bərabərdir 1-ə. Bir dəfə də sinus 2x bərabər mənfi 1 olmalıdır. Bunun hər iki həllində
Kosinus 2x bərabərdir 0-a. Elə bunu həll etsək daha yaxşıdır. Onda 2x bərabərdir. Kosinusun 0 olduğu yerlər. Biz bilirik ki, pi bölünsün 2 üstə gəlinsin pi n'lərdir. Bunu da hər tərəfin 2-yə bölsək, x bərabərdir pi bölünsün 4 üstə gəlinsin pi n bölünsün 2 almış oluruq. 82-ci sualda deməli cavab olur C variantı. Sonra baxaq növbəti 83-cü suala. 83-cü sual. Verib sinus pi sinus x minus kosinus pi sinus x bərabərdir 1. Tənliyini həll edin. Verilmiş bu tənliyi əlavə arqument daxil etməklə çevirib həll edək. Yaza bilərik kök altında 2 sinus. Da şərh bölməsində yazmayın ki, müəllim aydın başa sala bilmədiniz və s. Yəni bu da xırdalığına getmirəm. Bu əlavə arqument daxil etməyin. Pi sinus x çıxaq 45 dərəcə. Əgər bunu çevirib, yəni burasını başa düşmürsənsə, deməli sənin trigonometrik tənişlə deyil, trigonometrik funksiyaların özünlə problemin var. Bu bərabərdir 1-ə. Bunu hər tərəfin kök 2-yə bölsək, alarıq sinus pi sinus x minus 45 dərəcə bərabərdir kök 2 bölünsün 2-yə. Bunun da həlləri belədir. Pi sinus x minus 45 dərəcə, yəni bu arqument bərabərdir. Bir dəfə pi bölünsün 4-ə, pi bölünsün 4, üstə gəlinsin 2 pi n. Bir dəfə də pi sinus x minus 45 dərəcə bərabərdir 135 dərəcə, 4-də 3 pi, üstə gəlinsin 2 pi k. Gəlin bunları ayrılıqda həll edək. Buradan alırıq pi sinus x bərabərdir 45 eləyər 90 dərəcə, yəni pi bölü 2 üstə gəl 2 pi n. Hər tərəf piyə bölsək, qalar sinus x bərabərdir 2-də 1 üstə gələk. Deməli, piyə böldüyümüzə görə 2n. İkincidə isə pi sinus x bərabərdir pi eləyər 135-in üstə 45 gəlsək, üstə gəl 2 pi k. Hər tərəf piyə bölsək, alarıq sinus x bərabərdir 1 üstə gələk 2k. Biz də bilirik ki, n də k da tam ədəd olmalıdır. Və sinus x-in də qiymətlər çoxluğu mənfi 1, müsbət 1 qiymətlər olduğuna görə, yəni aralıq olduğuna görə, biz burada n-ə 0 yazsaq əgər, yəni n bərabər 0 olsa, onda sinus x bərabər 2-də 1 olar. N-ə əgər 1 yazsaq 2/5 olar, sinus 2/5 olmur və mənfi 1 yazsaq sinus mənfi 1/5 olur. Deməli, mənfi 1/5 də ola bilməz. Deməli, sinus x bərabər 2-də 1 olur. Digərində isə k-ya 0 yazsaq, sinus x bərabərdir 1 olur. K-ya bir dəfə mənfi 1 yazsaq, sinus x bərabərdir mənfi 1 olur. K-ya müsbət 1 yazanda sinus 3 olur, sinus da 3 ola bilməz. Və yaxud da mənfi 2 yazsaq mənfi 3 olur, sinus mənfi 3 ola bilmir. Deməli, bizə bu həllər lazımdır. Buradan sinus x bərabərdir mənfi 1-in üstündə n, pi bölünsün 6 üstə gəl pi n alırıq. İkincidə isə sinusun müsbət 1 və mənfi 1 qiymətlərində biz bilirik ki, kosinus 2 0 olur. Onda x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlinsin pi kalardı. Deməli, bunun 2 dənə kökü oldu. Buranı da düzəldim. Sinus bərabər deyil, x bərabərdir buna. Deməli, burada 2 dənə həll oldu. Biri budur. Digəri isə bu qırmızı ilə işarə etdiyim. Bunları da bizə veribdir, deməli C variantında. Sonra baxaq növbəti 84-cü suala. Deməli, 84-cü sualı köçürüm. 84. Verib sinus 2x vuraq kotangens 3x çıxaq 1. Deməli, bölək tangens x bərabərdir 0. Tənliyini həll edin. Biz bilirik ki, bu tənliyin 0 olması üçün sürəti 0 olmalıdır. Yəni, sinus 2x bərabər 0 olmalıdır. Eləcə də kotangens 3x bərabər 1 olmalıdır. Və məxrəcdəki bu tangens x də fərqlidir. 0 olmalıdır ki, kəsrin mənası olsun. Bu belə. Sinus 2x bərabərdirsə 0-a, buradan 2x bərabərdir. Sinusun 0 olduğu yerlər pi n'lərdir. Buradan alırıq x bərabərdir pi n bölünsün 2.
Digərində isə 3x bərabərdir. Kotangensin 1 olduğu yerlər pi bölünsün 4 üstəgəlsin pi kalardır. 3'ə bölsək x bərabərdir pi bölünsün 12 üstə gələr pi k bölünsün 3. Tangens x sıfıra bərabər olmamalıdır. Yəni x fərqli olmalıdır. Pi burada pi t yazaq. X fərqlidir pi t'lərdən. Deməli bunların həllərinə baxaq. Gəl bunları araşdıraq. Bura 0, 90, 180, 270, 360 və s. deməkdir. Deməli 360'ı da yazım. 360 və s. deməkdir. Və biz də demişdik ki x fərqli olmalıydı. 0'dan, 180'dən, 360'dan və s. Onda belə çıxır ki biz burada 0'ı, 180'i, 360'ı götürməli deyilik. Yerdə qalır 90, 270. Və bu 90 və 270'də də kosinus 0'a bərabər olur. Və kosinus 0 olanda tangensin mənası olmur. Çünki tangens sinus x böl kosinus x deməkdir. Məxrəci 0 olmalı deyil. Onda belə çıxır ki bunları da götürə bilmərik. Onda biz buradan ümumən bu kökdən danışmırıq. Yerdə qalır bir dənə kökümüz. O da x bərabərdir pi bölü 12 üstə gəl pi k bölünsün 3. Cavab olur E variantı. Sonra baxaq 85-ci suala. 85-ci sualda verilib ki sinus 5x üstə gəlir kosinus 5x bərabərdir kök 2-yə. Bunu da əlavə arqument daxil etməklə çevirə bilərik və yaxud da ki kvadrata da yüksəldə bilərik. Yəni kvadrata yüksəldək. Alarıq sinusun kvadratı 5x üstə gələk kosinusun kvadratı 5x üstə gələk 2 sinus 5x kosinus 5x bərabərdir 2-yə. Buradan 1 üstə gələk sinus 10x bərabərdir 2-yə və sinus 10x bərabərdir 1-ə. 10x də bərabərdir. Deməli sinusun 1'ə bərabər olduğu qiymətlər pi bölünsün 2 üstə gələk 2 pi kalardır. Hər tərəf 10'a bölsək alarıq pi bölünsün 10 üstə gələk pi k bölünsün 5. Deməli bunu da veribdi E variantında. Deməli 85-ci sualda da cavab oldu E variantı. Daha doğrusu biz 10'a böləndə bura 20 olmalıydı. Burada da E variantı deyil C variantı olur. Çünki 10'a böləndə bu məxrəcdəkini bölmədik. Sonra baxaq 86-cı suala. 86-cı sualda verilib sinus 7x bərabərdir sinus 3x-ə. Biz bilirik ki sinus ax bərabərdirsə, daha doğrusu sinus ax yazmayaq, elə sinusa bərabərdirsə sinus b-yə, onda bir dəfə a bərabərdir b üstə gəl 2 pi k-dır. Bir dəfə də a bərabərdir pi minus b yazaq. Üstə gələk 2 pi k olmalıdır. Onda biz bundan əsaslanıb yaza bilərik ki 7x bərabərdir bir dəfə 3x üstə gələk 2 pi k-ya. Buradan alırıq 4x bərabərdir 2 pi k. X də bərabərdir pi k bölünsün 2-yə. Bir dəfə də 7x bərabərdir pi minus 3x üstə gəl 2 pi-yə və buradan alırıq 12x bərabərdir pi üstə gəl 2 pi-yə. Hər tərəfi 10'a bölsək x bərabərdir pi bölünsün 10 üstə gəlinsin pi-yə bölünsün 5. Deməli bunun 2 dənə kökü olur. Biri pi k bölünsün 2-dir. Biri də pi bölünsün 10 üstə gəl 5-də pi-yə. Bunu da veribdir A variantı. Siz bunu əks təqdirdə necə yaza bilərdiniz? Əgər belə yazmaq istəməsəz, sinus 3x-i keçirərsiniz digər tərəfə. Sinus 7x çıx sinus 3x bərabər 0 alırsınız. Oradan da fərqdən hasil keçmə düsturundan istifadə edirsiniz. Sonra baxaq 87-ci suala. Verib sinus 3x, sinus 3x. Daha doğrusu sinusun kubu x-dir bu. Sinusun kubu x bərabərdir sinus x. Bunu digər tərəfə keçirirəm. Alırıq sinus x. Sinusun kvadratı x çıx 1 bərabər 0. Burada bir dəfə sinus x bərabər 0 olmalıdır. Bunu biraz düzəldim. Deməli yazmalıyıq sinus x bərabərdir 0-a. Bir dəfə də sinusun kvadratı x bərabərdir 1 olmalıdır.
Birincinin həlli sinusun 0 olduğu yerlər PN-lərdir. İkincidə isə sinus 2 ya 1 olmalıdır ya da ki sinus 2 -1 olmalıdır. Bunun hər ikisi də kosinus x'in 0 olması anlamına gəlir və kosinus x'in də 0 olması x bərabərdir pi bölünsün 2 üstə gəlsin pi kalardır. Bu iki dənənin də birləşməsi, yəni bu yumruya aldığım iki dənənin də birləşməsi x bərabərdir pi k bölünsün 2 deməkdir. Bunu bayaq həll etmişdik. İstəsəz yenə həll edərik. Bu iki dənə tənliyi götürək. Bizə biri bu lazımdır. Bunu yazıram buradan. Bir də sinus x bərabərdir 0. Bizə bu ikisinin həlli lazımdır. Tərəf-tərəfə vursaq, alarıq sinus 2 vur kosinus 2 bərabər 0. Hər tərəf 2-yə də vururuq. Alırıq sinus 2x bərabər 0-a. Və buradan 2x bərabərdir. Sinusun 0 olduğu yerlər pi k'lardır. 2-yə də bölsək x bərabərdir. Pi k bölünsün 2. Deməli cavab olur burada C variantı. Sonra baxaq növbəti 88-ci suala. Verib tangens 5x, tangens 5x bölək 1 üstə gələk tangensin kvadratı 5x bərabərdir kök 3 bölünsün 4. Bərabərliyin sağını solunu 2-yə vururam. Hər tərəfi 2-yə vurduq. Və bu sol tərəfdəki bu ifadə ki var, bu qırmızıya aldığım, bu bizə deməli sinusun tangensindən ifadəsidir. Onda yaza bilərik sinus 12x bərabərdir. Bununla bu ixtisar getsə 2. Qalır kök 3 bölünsün 2. Buradan da 10x bərabərdir. Sinusun kök 3 bölü 2'nin aldığı qiymətlər -1'in üstündə n vuraq. Pi bölünsün 3 üstə gələk pi n yazaq. Ona da bölsək x bərabərdir -1'in üstündə n. Pi bölünsün 30 üstə gələk pi n bölünsün 10'dur. Deməli burada cavab olur A variantı. Baxaq növbəti 89-cu suala. 89-cu sualda deməli verilib ki sinusun kvadratı x minus 3 sinus x kosinus x üstə gələk 2 kosinusun kvadratı x bərabərdir 0. Tənliyini həll edin. Hər tərəfi kosinus kvadratına bölürük. Burada qalır tangensin kvadratı x. Çıxaq 3 tangens x üstə gəlir 2 bərabər 0. Bunun da kökləri bir dəfə tangens x 1 olmalıdır. Bir dəfə də tangens x bərabərdir 2 olmalıdır. Birincidən alırıq x bərabərdir pi bölünsün 4 üstə gəlsin pi n. İkincidən də alırıq x bərabər arctangens 2 üstə gəlinsin pi k. Cavab olur pi bölü 4 üstə gəl pi k və arctangens 2 üstə gəl pi k. Bununla veribdir B variantında. Deməli 89'da da cavab olur B variantı. Sonra baxaq növbəti 90-cı suala. 90-cı sual. Kök altında 3 sinus 4x çıx kosinus 4x bərabərdir -2. Bunu əlavə arqument daxil etməklə çevirsək, alarıq 2 sinus deməli 4x minus arctangens 1 bölünsün kök 3, yəni tangens 1 bölü kök 3'ü alır 30 dərəcədə. Bunu da pi bölü 6 yaza bilərik. Bərabərdir -2'yə. Buradan -2 müsbət 2 ixtisar aparırıq. Qalır sinus 4x minus pi bölünsün 6 bərabərdir -1'ə. Bunda həlli 4x minus pi bölünsün 6 bərabərdir. Sinusun -1 aldığı qiymətlər -pi bölü 2 üstə gəl 2 pi k'dır. Bunu biraz da sadələşdirsək 4x bərabərdir. -6'da 3 pi üstə gələk pi bölü 6 üstə gəl 2 pi k. Alırıq 4x bərabərdir. Deməli 6'da 2 pi, yəni o da pi bölü 3 deməkdir. Üstə gəl 2 pi k. Hər tərəf 4'ə də bölsək x bərabərdir -pi bölünsün 12 üstə gələk pi k bölünsün 2 deməkdir. Bunu da verib C variantında. Baxaq 91-ci suala. Deməli 91-ci sualda 3 sinus x minus kosinus x'in mörtəzə kvadrat üstə gələk bir mörtəzədə sinus x minus 3 kosinus x'in mörtəzə kvadratı bərabərdir 10'a. Buranı açsaq müxtəsər vurma düsturundan alarıq 9 sinusun kvadratı x
üstəcəl kosinusun kvadrat x. Çıxaq 6 sinus x kosinus x. Üstəcələk sinusun kvadrat x. Üstəcələk 9 kosinus kvadrat x. Çıxaq 6 sinus x kosinus x bərabərdir 10'a. Burada 9 sinus kvadratı x və bir dənə sinus kvadratı x kənarda var. Bu eləyir 10 dənə sinus kvadratı x. Üstəcələk kosinus kvadratı x'in biri burada, 9'u da burada. Eləyir 10 dənə. Onu da kənara çıxartdığımıza görə qalır kosinusun kvadratı x. Çıxaq 12 dənə sinus x kosinus x bərabərdir 10'a. Biz bilirik sinus kvadratı və kosinus kvadratının cəmi 1'dir. Birini 10'a vursaq 10 eləyər. Bu 10'la da bu sağdakı 10'u islah eləyə bilərik. Onda yerdə qalır sinus x vuraq kosinus x bərabər 0. Bunu hər tərəfini 2'yə vursaq alarıq sinus 2x bərabərdir 0'a. Buradan 2x bərabərdir pi n'ə. X də bərabərdir pi n bölünsün 2'yə. Deməli 91-ci sualda cavab oldu E variantı. Baxaq növbəti 92-ci suala. Verib kotangens 2x vuraq sinus 2x üstəcələk kosinus 2x bərabərdir 2. Tənliyini həll edin. Kotangens 2x yaza bilərik. Kosinus 2x bölək sinus 2x vuraq sinus 2x üstəcəl kosinus 2x bərabərdir 2'yə. Buradan sinus 2x'ləri ixtisar apara bilərik. Və kənarda da yazmalıyıq ki, sinus 2x fərqlidir 0'dan. Yerdə qalır 2 kosinus 2x bərabərdir 2'yə. Buradan kosinus 2x bərabərdir 1'ə. Biz də bilirik ki, kosinus 2x 1 olduğu anda sinus 2x avtomatik 0 olmalıdır. Və biz də demişdik ki, 0 ola bilməz. Onda belə çıxır ki, bunun həlləri yoxdur. Cavab olur E variantı. Sonra baxaq növbəti 93-cü suala. Deməli 93-cü sual. Biz bilirik ki, bu ilk 2 dənə cəm bizə verir sinus 8x. Elə birbaşa yerinə yazsaq sinus 8x bərabərdir. Sağ tərəfdəki isə bizə verir kosinus 8x. Toplama düsturlarından bunlar bizə məlumdur. Buna yerinə yazdıq kosinus 8x. Hər tərəf kosinus 8x-ə bölsək alarıq tangens 8x bərabərdir 1'ə. Buradan da 8x bərabərdir. Tangensin 1 aldığı qiymətlər pi bölünsün 4 üstəgəl pi n'lərdir. 8'ə də bölsək x bərabərdir pi bölünsün 32 üstəgələk pi n bölək 8. Bunu da bizə veribdir B variantında. Sonra baxaq növbəti 94-cü suala. Deməli 94. Tangens 2 pi minus 3x üstəgələk 3 kotangens pi bölək 2 üstəgələk 3x bərabərdir mənfi 4. 2 pidən nəsə çıxanda 4-cü rübə düşür və 4-cü rübdə tangens mənfidir. Və 2 pidə ad dəyişmirdi, elə mənfi tangens 3x yazırıq. Kotangens pi bölü 2 üstəgəl 3x ikinci rübün bucağı və orada kotangens mənfidir. Və pi bölü 2 də ad dəyişir, olur tangens 3 tangens 3x bərabər mənfi 4. Buradan alırıq mənfi 4 tangens 3x bərabər mənfi 4'ə. Yəni tangens 3x bir sözlə 1 olmalıdır. Buradan da 3x bərabərdir pi bölünsün 4 üstəgələk pi n'lərə. X də bərabərdir pi bölünsün 12 üstəgələk pi n bölünsün 3. Pi n bölünsün 3. Bunu da bizə veribdir E variantında. Sonra baxaq növbəti 95-ci suala. 95-ci sualda verilib ki, sinus 5x üstəgələk kök altında 3 kosinus 5x bərabərdir 0. Tənliyini həll edin. Əlavə arqument daxil etməklə bunu çevirsək, alarıq 2 sinus 5x üstəgələk tangens kökçü alır. Deməli 60 dərəcədə. Onu da yaza bilərik pi bölünsün 3 bərabərdir 0. Hər tərəf 2'yə bölsək bu gedər. Qalar sinus 5x üstəgəl pi bölünsün 3 bərabər 0. Bunun da həlləri 5x üstəgələk pi bölünsün 3 bərabərdir. Sinusun 0 olduğu yerlər pi qalardı.
Buradan 5x bərabərdir. Mənfi pi bölünsün 3 üstə gələk pi kadır. 5'e də bölsək x bərabərdir. Mənfi pi bölək 15 üstə gələk pi k bölək 5. Bunu da verib E variantında. Baxaq növbəti 96-cı suala. Deməli 96-cı sualda buradan yazaq. Verib 4 sinus kvadratı 4 sinusun kvadratı 5x üstə gələk 2 kosinusun kvadratı 3x bərabərdir. Kosinus 6x'i yazaq. 2 kosinusun kvadratı 3x çıx 1. Yanında üstə gələk 3 də var. Sağ və sol tərəfdə bunları islah edə bilərik. Yerdə qalır 4 sinusun kvadratı 5x bərabərdir. 3'dən 1 çıxanda 2. Alırıq sinusun kvadratı 5x bərabərdir 2'də 1'ə. Bu da 1 minus kosinus 10x bölək 2 bərabərdir 2'də 1 deməkdir. Buradan kosinus 10x bərabərdir 0'a. 10x də bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəl pi n deməkdir. X də bərabərdir. Pi bölünsün 20 üstə gələk pi n bölünsün 10. Bunu da bizə veribdir B variantında. Sonra baxaq növbəti 97-ci suala. 97-ci sual. Verib tangensin kvadratı 4x bərabərdir 3'də 1. Tangens kvadratı 4x'i biz yarım arqument düsturundan belə yaza bilərik. 1 minus kosinus 8x bölək 1 üstə gələk kosinus 8x bərabərdir 3'də 1. Çarpaz vursaq alarıq 3 minus 3 dənə kosinus 8x bərabərdir 1 üstə gələk kosinus 8x. Buradan alırıq 2 bərabərdir 4 dənə kosinus 8x və kosinus 8x bərabərdir 2'də 1'ə. 8x də bərabərdir. Kosinus 2'də 1'ə alır plus minus. Pi bölünsün 3 üstə gələk 2 pi n'lər. 8'ə də bölsək plus minus pi bölünsün 24 üstə gələk pi n bölünsün 4. Bunu da verib bizə E variantında. Sonra baxaq növbəti 98-ci suala. 98-ci sualda verib sinus 6x üstə gələk 3 kosinus 3x bərabərdir 0 tənliyini həll edin. Sinus 6x'i yazaq 2 sinus 3x vuraq kosinus 3x üstə gələk 3 kosinus 3x bərabərdir 0. Kosinus 3x'i kənara çıxartsaq yerdə qalar 2 sinus 3x üstə gəl 3 bərabərdir 0. Bir dəfə birinci vuruq 0 olmalıdır. Yəni kosinus 3x bərabər 0. Bir dəfə də ikinci vuruq 0 olmalıdır. 2 sinus 3x üstə gəl 3 bərabər 0. Və buradan alırıq sinus 3x bərabərdir mənfi 1/5'ə. Və sinus mənfi 1/5 ola bilmir. Yerdə qalır birinci tənlik. Onun da həlli belədir. 3x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gələk pi n'lərdir. 3'ə də bölsək x bərabərdir. Pi bölünsün 6 üstə gələk pi n bölünsün 3. Bunu da verib E variantında. Sonra baxaq növbəti 99-cu suala. Deməli 99-cu sual. Verib modulda sinus x üstə gələk kosinus x üstə gələk ayrıca kosinus x bərabərdir 2'də 1. Tənliyinin 3-cü rübdəki kökünü tapın. Verilmiş aralığa diqqət yetirsək, bu 3-cü rübdür. Və o 3-cü rübdədə sinus da mənfidir, kosinus da mənfidir. Yəni sinus da mənfi, kosinus da mənfi. Onda belə çıxır ki, modulun daxili mənfi imiş. Qarşıdan mənfi atıb çıxarsaq, mənfi sinus x çıx kosinus x üstə gəl kosinus x bərabərdir 2'də 1'ə. Buradan plus minus kosinus x'lər gedir. Yerdə qalır sinus x bərabərdir mənfi 2'də 1. Bunun da 3-cü rübə düşən həlli x bərabərdir 180 dərəcə üstə gələk 30 dərəcədə alır 2'də 1'i. Bu da üstə gəl 30 dərəcə. Bu da elə 210 dərəcə. Burada cavab olur E variantı. Sonra baxaq növbəti 100-cü suala. 100-cü sualda kosinusun kvadratı çıx sinusun kvadratı. Eyni bucaqdır deyə bu kosinus 2 alfanın düsturudur. Yəni kosinus 2 vuraq 3x bölək 2 minus 11 pi bölək 2 bərabərdir mənfi 2'də 1'ə.
Buradan alırıq kosinus 3x çıx 11 pi bərabərdir mənfi 2-də 1. Kosinusda cüt funksiya deyə yerini dəyişə bilərik. Kosinus 11 pi üstə gələk, daha doğrusu üstə gələk yox, çıxaq 3x bərabər mənfi 2-də 1. Kosinus 11 pi kosinusun ümumən dövrü 2 pi olduğuna görə 2 pilər tullasaq yerdə qalır kosinus pi çıxaq 3x bərabərdir mənfi 2-də 1. Kosinus pidən nəsə çıxdığımıza görə ikinci rübə düşür və ikinci rübdə kosinus mənfidir. Onda qalır kosinus adda dəyişmir 3x bərabərdir mənfi 2-də 1. Buradan alırıq 3x bərabərdir. Plus minus kosinus 2-də 1 alır 60 dərəcədə. Üstə gəlirəm 2 pi n. 3-ə də bölsək kosinus bərabərdir. Plus minus pi bölünsün 9. Üstə gələk 3-də 2 pi n. Deməli, bunu da bizə veribdir D variantında. Sonra baxaq növbəti 101-ci suala. Sinus 2x bərabərdir 5 tangens x. Tənliyini həll edin. Sinus 2x'in düsturun yerinə yazsaq 2 sinus x vuraq kosinus x bərabərdir 5 vuraq tangens x-də sinus x bölək kosinus x deməkdir. Buradan sinus x-i hər tərəf sinus x-ə bölsək və sinus x fərqlidir 0 desək, daha doğrusu bərabər 0 deyib bölürük. Sinus x-ləri buradan ixtisara aparırıq. Yerdə qalır kosinusun kvadratı x bərabərdir 5-i 2-yə bölsək 2/5 və kosinus kvadratda heç vaxt 2/5 ola bilməz. Yəni maksimum 1 olur. Yerdə qalır sinus x bərabərdir 0, x də bərabərdir sinusun 0 olduğu yerlər pi n'lərdir. Burada da cavab olur B variantı. Sonra baxaq növbəti 102-ci suala. 102-ci sual. Verilib 5 sinusun kvadratı x üstə gələk 9 sinus x kosinus x üstə gələk 2 bərabər 0. Gəlin hər tərəfi kosinus kvadratına bölək. Alarıq 5 tangensin kvadratı x üstə gəl 9 tangens x üstə gələk 2 vuraq 1 bölək kosinus kvadratı x bərabər 0. Biz də bilirik ki 1 bölək kosinus kvadratı x bərabərdir 1 üstə gəl tangens kvadratı x-ə. Gətirib yerinə yazsaq, alarıq 5 tangens kvadratı x üstə gəl 9 tangens x üstə gəl 2 vuraq 1 üstə gələk tangensin kvadratı x bərabər 0. Alırıq 5 tangensin kvadratı x üstə gəl 9 tangens x üstə gəl 2 üstə gəl 2 tangensin kvadratı x bərabər 0. Bunun da həlləri 7 tangens kvadratı x üstə gəl 9 tangens x üstə gəl 2 bərabərdir 0. Buradan da tangens x bərabərdir mənfi 1-ə və bir dəfə də tangens x bərabərdir mənfi 7-də 2 almış oluruq. Birincinin həlləri x bərabərdir mənfi pi bölünsün 4 üstə gəlinsin pi n'lərdir. İkincinin həlləri isə mənfi arc tangens 7-də 2 deməli 7-də 2 üstə gəl pi qalardı. Bunu da veribdir bizə D variantında. Sonra baxaq növbəti 103-cü suala. Deməli 103. 103-cü sualı köçürüm. Verilib sinus x bərabərdir kosinus 2x minus 1. Tənliyinin birinci və dördüncü rüblərə daxil olan köklərinin sayını tapın. Sinus x bərabərdir kosinus 2x'in düsturunu yerinə yazırıq. 1 minus 2 sinus kvadratı x çıx 1 plus minus 1'lər gedir və eyni tərəfə keçirsək sinus x'i kənara çıxartsaq yerdə qalır 2 sinus x plus 1 bərabərdir 0. Buradan da sinus x bir dəfə 0 olmalıdır. Bir dəfə də sinus x bərabərdir mənfi 2-də 1 olmalıdır. Sinus x bərabər 0-ın həlləri x bərabərdir pi n'lərdir. Burada da n'ə 0 yazanda x bərabər 0 alırıq, ora daxildir. N'ə 1 yazanda pi 90-dan böyük olur, mənfi 1 yazanda mənfi pi də mənfi 90-dan kiçik olur. Deməli köklərdən biri x bərabərdir 0-dır. Digərinə baxaq. Digərində sinus x bərabərdir mənfi 2-də 1-dir.
Buradan x bərabərdir. Mənfi 1'in üstündə n plus 1. Sinus 2'də 1'i alır, pi bölünsün 6'da, üstə gələk pi k. Gəlin k'ya bir dəfə 0 yazaq. K'ya bir dəfə, daha doğrusu bunun ikisini də k eləyək. Aha, k'ya bir dəfə 0 yazsaq x bərabərdir. Mənfi 1 üstü 1 vuraq. Pi bölünsün 6. Üstə gəl 0. Bu da mənfi pi bölü 6 deməkdir. Bu da həmin aralığa daxildir. K'ya bir dəfə deməli 1 yazsaq, pi'dən böyük eləyər. K'ya bir dəfə də mənfi 1 yazsaq, alarıq x bərabərdir. Mənfi 1'in üstündə 0. Vuraq pi bölünsün 6. Çıxaq pi. Bu 1 deməkdir onsuz. Alırıq mənfi 6'da 5 pi. Bu da mənfi 150 dərəcə deməkdir. Deməli belə çıxır ki, bu da mənfi 90'dan kiçik olduğuna görə ora daxil olmur. Deməli burada 2 kök aldıq. Biri budur. Biri də mənfi pi bölü 6. Deməli burada cavab olur 2. Köklərin sayı. Sonra baxaq növbəti 104-cü suala. 104-cü sualda verilib kosinusun kvadratı 3x çıxaq 2 sinus 3x üstə gələk 2 bərabərdir 0. Kosinus kvadratı 3x'in yerinə yaza bilərik 1 minus sinusun kvadratı 3x çıxaq 2 sinus 3x də var. Üstə gəl 2 bərabərdir 0. Biraz da sadələşdirmələr aparsaq 1 çıxaq 2 sinusun, daha doğrusu 1 çıxaq sinusun kvadratı 1 çıxaq sinusun kvadratı 3x minus 2 sinus 3x üstə gəl 2 bərabər 0. Buradan alırıq sinusun kvadratı 3x üstə gəl 2 sinus 3x çıxaq 3 bərabər 0. Bunun da həlləri sinus 3x bərabərdir 1'ə və sinus 3x bərabərdir mənfi 3'ə. Sinus 3x mənfi 3 ola bilməz. Yerdə qalır sinus 3x bərabərdir 1 tənliyi. Bu da mənfi pi və müsbət pi aralığında həllərini tapaq. Bu da eləyir 3x bərabərdir sinusun 1 aldığı qiymətlər. Pi bölünsün 2 üstə gəlsin 2 pi n'lərdir. Hər tərəf 3'ə bölsək x bərabərdir pi bölünsün 6 üstə gəl 3'də 2 pi n. Və bu aldığımız kök ki var pi bölünsün 6 üstə gəl 3'də 2 pi n. Müsbət pi'dən kiçik olmalıdır. Mənfi pi'dən də böyük. Hər tərəfi 6'ya vursaq alarıq mənfi 6 pi kiçikdir 1 üstə gələk 4 pi n kiçikdir 6 pi. Piləri ixtisar aparsaq qalar mənfi 6. Burada pi qalmışdı 6'ya vuranda. Aha, piləri ixtisar aparanda qalır 1 üstə gəl 4n kiçikdir 6. Hər tərəf mənfi 1 əlavə etsək mənfi 7 kiçikdir 4n kiçikdir 5'dən. 4'ə bölsək mənfi 1 tam %75 kiçikdir n'dən kiçikdir 1 tam %25. Buradakı n də bilirdik ki tam ədəd olmalıydı. Və n onda bərabər olmalıdır. Mənfi 1'ə, 0'a və müsbət 1'ə. 3 dənə kökü də gətirib, daha doğrusu n'in yerinə 3 dənə bu qiymətlər yazanda uyğun olaraq 3 dənə kök alırıq. Və burada da cavab olur 3 dənə. Sonra baxaq növbəti 105-ci suala. Deməli 105. Verib kosinus 2x plus 1 bərabərdir kosinus 2x üstə gəl kosinusun kvadratı x. Kosinus 2x'i yazaq 2 kosinusun kvadratı 2x çıx 1. Yanında da üstə gəl 1 var bərabərdir kosinus 2x üstə gəl kosinusun kvadratı x. Plus minus 1'lər gedir. Yerdə qalır kosinusun kvadratı 2x bərabər kosinus x-ə. Buradan da kosinus x-i kənar çıxarsaq qalar kosinus 2x çıx 1 bərabər 0. Bunun da həlləri bir dəfə kosinus x 0 olmalıdır. Bir dəfə də kosinus 2x bərabər 1 olmalıdır. Və bu da 0,90 parçasındakı köklərinin cəmini istəyir bizdən. Kosinus 0 olması üçün x bərabərdir 0 olmalıdır. Daha doğrusu 0 deyil 90 dərəcə olmalıdır. 90'da 0 alır. Digərində isə kosinus 1 olması üçün x bərabərdir hökmən 0 olmalıdır. Deməli 105-ci sualda da 90 ilə 0'ı toplasaq yenə 90 alarıq. Cavab olur 90 dərəcə. Baxaq 106-cı suala. Kosinus 2x çıxaq 1 bərabərdir sinus 2x çıxaq sinusun kvadratı x.
Kosinus 2x'i yaza bilərik. 1 minus 2 sinusun kvadratı x çıxaq 1 bərabərdir sinus x çıxaq sinusun kvadratı x. Plus minus 1'lər gedər. Buradan alarıq. Bir tərəfə keçirsək sinusun kvadratı x üstəgəl sinus x bərabər 0. Buradan sinus x'i kənara çıxartsaq qalar yerdə sinus x üstəgəl 1 bərabər 0. Bunun da həlləri bir dəfə sinus x bərabər 0 olmalıdır. Bir dəfə də sinus x bərabər mənfi 1 olmalıdır. Bizə lazımdır mənfi 90 və 0 aralığındakı həllər. Sinus x 0 olması üçün x bərabər 0 olmalıdır. Sinus x mənfi 1 olması üçün x bərabər mənfi 90 olmalıdır. Və bizə də bu köşlərin hasilini istəyir. 0'ı da mənfi 90'a vursaq alarıq 0. Sonra baxaq 107-ci suala. 107-ci sualda verib kosinus 2x bərabərdir 1 üstəgələk sinus x. Tənliyinin mənfi 90 müsbət 90 parçasına daxil olan köşlərin sayını tapın. Kosinus 2x'i yaza bilərik. 1 minus 2 sinusun kvadratı x bərabərdir 1 üstəgəl sinus x. Hər tərəfdən birləri silərik. Yerdə qalar 2 sinusun kvadratı x üstəgəl sinus x bərabər 0. Sinus x'i kənara çıxartsaq, yerdə qalır 2 sinus x üstəgəl 1 bərabər 0. Bunun da həlləri sinus x bərabərdir bir dəfə 0 olmalıdır. Bir dəfə də sinus x bərabərdir mənfi 2-də 1 olmalıdır. Sinus x 0 olması üçün burada x bərabər 0 olmalıdır. Mənfi pi bölü 2 müsbət pi bölü 2'yə daxil olan həllər. Sinus x bərabərdir mənfi 2-də 1 olması üçün x bərabərdir 360 dərəcə çıxaq 30 dərəcə olmalıdır. Bu da 330 dərəcə eləyir. Deməli bizə lazımdır köşlərin sayı. Bu da biri burada, biri də burada. Deməli burada 2 dənə kök var. Sonra baxaq növbəti 108-ci suala. Deməli 108. Köçürüm sualı buradan. Verib sinusun kvadratı 3x çıxaq 2 kosinus 3x üstəgəl 2 bərabər 0. Sinus kvadratı 3x'in yerinə yazaq 1 minus kosinusun kvadratı 3x çıxaq 2 kosinus 3x üstəgələk 2 bərabər 0. Buradan alırıq kosinusun kvadratı 3x üstəgəl 2 kosinus 3x çıx 3 bərabər 0. Bunun həlləri kosinus 3x bərabərdir. Bir dəfə olmalıdır mənfi 3. Bir dəfə də kosinus 3x bərabər olmalıdır müsbət 1. Biz də bilirik kosinus 3x mənfi 3 ola bilməz. Onda qalır 3x bərabərdir. Kosinusun 1 aldığı qiymətlər. Kosinus da 1 alır 2 pi n-də. Buradan da x bərabərdir 3'də 2 pi n. Bizə lazımdır mənfi pi müsbət pi parçası. Mənfi pi'dən böyük olmalıdır və bərabər olmalıdır 3'də 2 pi n. Kiçik bərabər pi. Hər tərəfdən piləri silirik və 3'ə vursaq mənfi 3 kiçik bərabərdir 2n. Kiçik bərabərdir 3. 2'yə də bölsək mənfi 1/5 kiçik bərabərdir n. Kiçik bərabərdir müsbət 1/5. Bura daxil olan tam həllər mənfi 1, 0 və müsbət 1'dir. Və biz bu hər 3 qiyməti n-ə uyğun aparıb burada yerinə yazsaq, biz x-ə 3 dənə kök almış olarıq. Bizə köklərin sayı lazımdır deyə elə cavab burada 3 qeyd edə bilərik. Sonra baxaq növbəti 109-cu suala. 109-cu sualda sinus 2 üstəgələk sinus 5x bərabərdir 0. Buradan alırıq sinus 5x bərabərdir mənfi sinus x. Yəni sinus 5x bərabərdir sinus mənfi x şəklində göstərə bilərik. Biz də bilirik ki 5x bərabər olmalıdır mənfi 2 üstəgəl 2 pi n-ə. Bir dəfə də 5x bərabər olmalıdır pi üstəgələk 2 üstəgəl 2 pi n. Buradan alırıq 6x bərabərdir 2 pi n-ə. X də bərabərdir pi n bölünsün 3'ə. Digərində isə 4x bərabərdir pi üstəgələk 2 pi. Bunu k düzəldək 2 pi k. 4'ə bölsək x bərabərdir pi bölünsün 4 üstəgələk pi k bölünsün 2.
Bizə lazımdır ən kiçik müsbət kök. Burada n-ə 1 yazsaq, alarıq pi bölü 3. Burada k-ya 0 yazsaq, alarıq pi bölü 4. Bunda ən kiçik elə pi bölü 4-ün özüdür. Pi bölü 4 də 45 dərəcə deməkdir. Bunu başqa cür siz cəmin hasilə keçməklə də yaza bilərsiniz. Sonra baxaq 110-cu suala. Verib kosinus 2x üstə gələk kosinus 5x bərabərdir 0. Tənliyinin ən kiçik müsbət kökünü tapın. Bunu da belə yazaq. 2 deməli kosinus toplasaq 6x bölsək 3x vuraq kosinus çıxsaq 4x bölsək 2x bərabər 0. Burada bir dəfə kosinus 3x bərabər 0 olmalıdır. Bir dəfə də kosinus 2x bərabər 0 olmalıdır. 3x bərabərdir. Kosinusun 0 olduğu yerlər pi bölü 2 üstə gəl. Pi n'lərdir. X bərabərdir. Pi bölü 6 üstə gəl. Pi n bölünsün 3 olur. Bir dəfə də 2x bərabərdir. Pi bölünsün 2 üstə gəlsin pi k-dır. X də bərabərdir. Pi bölünsün 4 üstə gələk. Pi k bölünsün 2. Bizə lazımdır ən kiçik müsbət kökü. Burada n-ə 0 yazsaq, alarıq pi bölü 6. Burada k-ya 0 yazsaq, alarıq pi bölü 4. Ən kiçik də pi bölü 6-dır, yəni 30 dərəcə. Sonra baxaq növbəti 111-ci suala. 111-ci sualda verib 1 minus 4 sinus 2 bölək 2 kosinus 2 üstə gələk 2 kosinus 2 bölək 1 minus sinus x bərabərdir 5. Tənliyinin 0-360 dərəcə parçasındakı köklərinin cəmi neçə dərəcədir? Bunu əvvəlcə ortaq məxrəc edirik. Alırıq 2 kosinus 2 vuraq 1 çıx sinus 2. Yerdə qalır 1 çıx 4 sinus 2. Vuraq 1 çıx sinus 2. Üstə gələk 2 kosinus 2 kosinus x-i 2 kosinus x-ə vuranda alırıq 4 kosinusun kvadratı x bərabər 5. Biraz da sadələşdirsək alarıq 10 kosinus 2, yəni bu 5-i məxrəcə vururam və məxrəci də mötərizədən azad edirəm. Eləyir çıxaq 10 kosinus 2 sinus x bərabərdir. Sürəti də mötərizələri açsaq alarıq 1 üstə gələk 4 sinusun kvadratı 2 çıxaq 5 dənə sinus 2 üstə gəl 4 kosinus kvadrat x də var. Aydın məsələdir ki 4 sinus kvadratı və 4 kosinus kvadratı bizə 1 verir. Sol tərəfdə almışdıq 10 dənə kosinus 2. Deməli 10 dənə kosinus 2 çıxaq 10 dənə sinus 2 vuraq kosinus 2 bərabərdir. Sağ tərəfdə də almışıq 2 minus 5 sinus x. Sonra nə edək? Deməli bu 2-ni keçirirəm bu tərəfə. Bunu da keçirək bu tərəfə. Və 2-ni kənara çıxarsaq qalar 5 dənə kosinus 2 minus 1 bərabərdir. Digərindən də 5 sinus x-i çıxarıram kənara. Yerdə qalır deməli 5 sinus x-i çıxaranda yerdə qalır 2 dənə kosinus 2 minus 1. Deməli bizim səhvimiz burada 4-ü nəzərə almamamızdır. Bu ikisində 4 var deyə 4-ü 1-ə vursaq 4 eləyər. Onda biz buranı yenidən yazıb qruplaşdırsaq deməli alarıq belə 10 kosinus 2 minus 10 kosinus 2 sinus 2 bərabərdir. Birinin üstə 4 gəlsək 5. Çıx 5 sinus x. Deməli birincidən 10 kosinus x-i çıxarsaq yerdə qalır 1 minus sinus 2 bərabər. İkincidən 5-i çıxarsaq qalır 1 minus sinus x. Buradan bir dəfə 1 minus sinus x bərabər 0 olmalıdır. 1 minus sinus x də məxrəcdədir deyə fikir verirsinizsə bu 0 ola bilmir. Deməli bu getdi. Yerdə qaldı kosinus 2 bərabərdir 5 bölü 10, bu da 2-də 1 deməkdir. 0-360 aralığında kosinus x-in 2-də 1 aldığı qiymətlər biri 60 dərəcədir. Biri də 360 çıx 60, yəni 300 dərəcədir.
Bunların da ikisini cəmi eləyir 360 dərəcə. Deməli burada cavab oldu 360 dərəcə. Sonra baxaq növbəti 112-ci suala. Verib yenə eyni tip sualdır. Video çox uzanmasın deyə bir dənə bu sualı keçirəm üzərindən. Biraz da hesablama tələb eləyir. Sonra baxaq 113-cü suala. 113-cü sualda verilib ki, kök altında 2 sinus pi2 yazıram pi2 üstə gələk kosinusun kvadratı pi2 bərabərdir 1. Tənliyinin mənfi 2-3 aralığında yerləşən köklərinin cəmini tapın. Yazaq kök altında 2 sinus pi2 üstə gəl kosinus kvadratının yerinə yazaram 1 minus sinusun kvadratı pi2 bərabərdir 1. Sağ və sol tərəfdə bu birləri biz islah apara bilərik. Və sinus pi2-i də kənara çıxarsaq, yerdə qalar kök altında 2 minus sinus pi2 bərabərdir 0-a. Buradan bir dəfə sinus pi2 bərabər 0 olmalıdır. Bir dəfə də sinus pi2 bərabərdir kök altında 2 qiymətini almalıdır. Birincinin həlləri pi2 bərabərdir sinusun 0 olduğu qiymətlər elə pi-n'lərdir. Buradan da x bərabərdir n alırıq və n də daxildir tam ədədə. Bizə lazımdır mənfi 2-3 aralığında yerləşən köklərin cəmi. Biz də bilirik ki, burada mənfi 2-3 aralığında olması üçün x bərabərdir mənfi 1, 0, 1, 2 və 3 qiymətlərini ala bilər. Digər tənlikdə isə sinus pi2 kök altında 2-yə bərabər ola bilməz. Yəni kök altında 2 1-dən böyükdür. Bu da mümkün deyil. Onda yerdə qalır bu işarələdiyim həllər. Bu da 5 dənədir. Bizə lazımdır bunların cəmi 2 ilə 3-ü toplayanda eləyir 5. Sonra baxaq 114-cü suala. 114-cü sualda kök altında 3 kosinus pi2 sinus kvadratının yerinə yazaram 1 çıx kosinus kvadratı pi2 yazıram kosinusun kvadratı pi2 bərabərdir 1. Buradan birlər islah olur. Kosinus pi2-i kənara çıxarsaq yerdə qalır kök altında 2 minus kosinus pi2 bərabər 0. Buradan bir dəfə kosinus pi2 bərabər 0 olmalıdır. Bir dəfə də kosinus pi2 bərabər kök 2 olmalıdır ki, bu da mümkün deyil. Onda pi2 bərabərdir kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlinsin pi-n'lərdir. Buradan x bərabərdir 2-də 1 üstə gəlinsin n alırıq. Və bu 2-də 1 üstə gəlinsin n üstə gəlinsin n kiçik bərabər 3 olmalıdır. Böyük olmalıdır mənfi 2. Hər tərəfə mənfi 2-də 1 əlavə edəndə mənfi 2/5-dən böyük olmalıdır n. Mənfi 2-də 1 əlavə edəndə müsbət 2/5-dən kiçik bərabər. Burada yerləşən tam ədədlər mənfi 2, mənfi 1, 0, 1 və müsbət 2-dir. Bizə lazımdır bu köklərin cəmi. N'in uyğun qiymətlərini aparaq yerinə yazaq. Mənfi 2 yerinə yazanda x bərabər mənfi 1/5 alırıq. Mənfi 1 yazanda x bərabər mənfi 0/5 alırıq. 0 yazanda müsbət 0/5. 1 yazanda müsbət 1/5 və 2 yazanda müsbət 2/5. Bunları da toplayanda bunlar əks işarəli gedir, yerdə qalır 2/5. Deməli burada cavab olur 2/5. Sonra baxaq növbəti 115-ci suala. 115-ci sualda verib 3 sinusun kvadratı 5x çıxaq 7 kosinus 5x bərabərdir 3 tənliyinin 20-180 aralığına daxil olan köklərinin cəmini tapın. Sinus kvadratı 5x-in yerinə yazaq 3 vuraq 1 minus kosinusun kvadratı 5x çıxaq 7 kosinus 5x bərabərdir 3-ə. Sadələşdirsək 3 minus 3 kosinusun kvadratı 5x minus 7 kosinus 5x bərabərdir 3-ə. Alırıq 3 kosinusun kvadratı 5x üstə gəl 7 kosinus 5x bərabərdir 0. Buradan alarıq kosinus 5x bir dəfə 0 olmalıdır. Və bir dəfə də kosinus 5x bərabərdir mənfi 7/3. Bu da belə bir hal mümkün deyil. Kosinus 5x 0 olanda 5x bərabərdir kosinusun 0 olduğu yerlər pi bölünsün 2 üstə gəlinsin pi-n'lərdir.
5'ə də bölsək x bərabərdir. Pi bölünsün 10, yəni 18 dərəcə üstə gələk. 180-i 5'ə böləndə alırıq 36 dərəcə, vuraq n. Bizə lazımdır 20-180 dərəcə aralığına daxil olması. N bərabərdir 0 olanda x-ə 18 alırıq. N bərabər 1 olanda x-ə alırıq 54. N bərabər 2 olanda x-ə alırıq 90. N bərabər 3 olanda x-ə alırıq 108-in üstü 18 gələndə 126. N bərabər 4 olanda x-ə alırıq deməli 144-ün üstü 18 gələndə 162. N bərabərdir 5 olanda 180-i aşır. Bunları toplasaq 18 ilə 162 birlikdə eləyir 180. 54 ilə də bu eləyir 180. Bir dənə də 90. Bunların da cəmi 500 deməli 360 üstə 90 gəlsək 450. Amma bizdə fikir verirsə 18 dərəcə 20-dən kiçik olduğuna görə mən bundan bir dənə 18-i qayıdıb çıxıram. Alırıq 432 dərəcə. Cavab olur 432 dərəcə. Bilirəm, biraz beyniniz qarışa bilər. Toplamaq üçün 18-i daxil etmişdim. Yəni bizim kökləri bunlardır. Bunları toplasaz siz görərsiniz ki 432 dərəcə eləyir. Sonra baxaq 116-cı suala. 116-cı sual da eyni tipli sualdır. 2 vuraq kosinus kvadratı 3x-in yerinə yazıram. 1 minus sinusun kvadratı 3x. Çıx 5 sinus 3x də var. Bərabərdir 2-yə. Buradan alıram 2 minus 2 sinusun kvadratı 3x. Çıx 5 sinus 3x bərabər 2-yə. Buradan 2'lər islah olur. Yerdə qalır sinus 3x bərabər 1 dəfə 0. Bir dəfə də sinus 3x bərabərdir 2 onda 5. Belə bir halda mümkün deyil. Buradan sinus 3x bərabərdirsə 0-a 3x də bərabər olmalıdır. Sinusun 0 olduğu yerlər pi kalardır. X də bərabərdir pi k bölünsün 3. K'nın yerinə 0 yazsaq, x'ə 0 alırıq, bu 90-dan kiçik olur. K'ya 3 yazsaq, gəlin başlayaq, bunu belə yazaq. X bərabərdir 60 dərəcə vuraq n. Və yaxud da k. K bərabərdir 1 olduqda x bərabər 60 olur, bu ödənmir. K bərabər 2 olduqda x bərabər 120 olur, bu ödənir. K bərabər 3 olduqda x bərabər 180 olur, bu da ödənir. K bərabərdir 4 olduqda x bərabərdir 240 olur, bu da ödənir. K bərabər 5 olanda x 300 olur ki, bu ödənmir. 120, 180 eləyir 300. Üzərinə də 240 gələndə eləyir 540 dərəcə. Deməli, cavab olur burada 540 dərəcə. Sonra baxaq növbəti 117-ci suala. Kosinus kvadratı 3x. Kosinusun kvadratı 3x bərabərdir 2 minus kosinusun kvadratı x. Tənliyinin 0-2 pi aralığına daxil olan köklərinin cəminin dərəcə ölçüsünü tapın. Bilirik ki, kosinus kvadratı 3x 1 üstə gələk kosinus 6x bölünsün 2 deməkdir. Bərabərdir 2 minus kosinus kvadratı x isə 1 üstə gələk kosinus 2x bölünsün 2'dir. Buradan hər tərəfi 2'yə vursaq bu 2 gedər, bu 4 olar, bu da gedər. Qalar 1 üstə gəl kosinus 6x bərabərdir 4 minus 1 minus kosinus 2x. Bunu tərəf-tərəfə keçirsək alarıq kosinus 6x üstə gələk kosinus 2x bərabərdir. Burada qalır 3, 3'dən 1 çıxanda alırıq 2. Biz də bilirik ki, kosinus 6x'in maksimum qiyməti 1'dir. Eləcə də kosinus 2x'in maksimum qiyməti 1 olanda bunların cəmi 2 eləyir. Onda belə çıxır ki, kosinus 6x bərabər 1 olmalıdır. Və eyni zamanda kosinus 2x o da 1 olmalıdır. Və kosinus 2x o da 1 olmalıdır. Birincinin həlli 6x bərabərdir 2 pi n'lərə. X bərabərdir pi n bölünsün 3'ə. İkincinin həlli 2x bərabərdir 2 pi k yazaq. Buradan x bərabərdir pi k alırıq. Bunları bir-birinə bərabər götürsək, pi n bölünsün 3 bərabərdir pi k-lara. Pilər ixtisar getsə, deməli n bərabər 3k. Aparıb n yerinə 3k yazanda alırıq bunun ümumi kökünü. N 3-dən 3 gedir, qalır pi k. Bu ümumi həldə k-nın yerinə bir dəfə 0 yazsaq, x-ə 0 alarıq. 0 da bizim
bu aralığa daxil deyil şərtdə verilən. Ona görə bunu yazmıram, elə bunu silirik qaydaq. Deməli, k-nın yerinə 1 yazsam, x-ə bir dəfə pi alaram. K-nın yerinə 2 yazsam, 2 pi alaram. 2 pi daxildir. 3 yazsaq 3 pi, 3 pi də daxil deyil. Bu ikisini də elə yenə 3 pi eləyir. Burada cavab eləyir 3 pi. Və yaxud da 540 dərəcə. Sonra baxaq 118-ci suala. 8-i yazaq 4 vuraq 2 kimi. Yerdə qalanları köçürürəm. Sinüs 2, kosinüs 2, kosinüs 2, kosinüs 4 bərabərdir 1. Aydın məsələdir ki, bu 2 sinüs 2 kosinüs 2 bizə verir sinüs 2x'i. Sonra 4'ü yazaram 2 vuraq. 2 sinüs 2x var. Yanında da kosinüs 2x, kosinüs 4x bərabər 1. Bu hissə də bizə verir sinüs 4x'i. Sonra 2 sinüs 4x, kosinüs 4x bizə verər sinüs 8x'i. Bu bərabərdir 1'ə. Buradan 8x bərabərdir. Sinüsün 1 aldığı qiymətlər pi bölünsün 2 üstə gəlinsin 2 pi n'lərdir. X də bərabərdir pi bölünsün 16 üstə gəlinsin pi n bölünsün 4. Bizə lazımdır 0,90 parçasındakı köklərinin sayı. Biz n'in yerinə 0 yazsaq, n bərabər 0 olsa x bərabərdir pi bölünsün 16. Bu bir kök. N'in yerinə 1 yazsaq, x bərabərdir pi bölü 16 üstə gəl 16'da 4 pi. Bu da eləyir 16'da 5 pi. N'in yerinə 2 yazsaq, x bərabərdir pi bölü 16 üstə gəl pi bölünsün 2. Bu da pi bölü 2'dən böyükdür deyə biz artıq bunu götürmürük. Və bizim burada köklərin sayı olur 2 dənə. Pi bölü 16 və 16'da 5 pi. Cavab olur 2. Sonra baxaq növbəti 119-cu suala. 119-cu sualda sinüs 3x vuraq kosinüs 3x vuraq kosinüs 6x bərabərdir 4'də 1. Tənliyinin 0 pi bölü 6 parçasına daxil olan köklərinin sayını tapın. Bunun əvvəlcə hər tərəfini 2'yə vururam. Və burada 2 sinüs 3x kosinüs 3x bizə verər sinüs 6x'i. Yerdə qalanı köçürürük. Kosinüs 6x bərabərdir. Burada da sağ tərəfdə 2'də 1. Yenə hər tərəfi 2'yə vururuq. Buradakı ifadə bizə verir sinüs 12x'i bərabər 1'ə. 12x də bərabərdir sinüsün 1 olduğu yerlər. Pi bölünsün 2 üstə gəlinsin 2 pi n'lərdir. X də bərabərdir pi bölünsün 24 üstə gələk pi n bölünsün 6. N'in yerinə gətirib 0 yazsaq, n bərabər 0 olanda x bərabər pi bölü 24 olur. N bərabərdir 1 yazsaq, x bərabərdir pi bölü 6 üstə gəl pi bölü 24 olur ki, bu da pi bölü 6'dan böyük olduğuna görə bunu götürmürük və bundan sonrakılar da götürmürük. Və burada bircə dənə kök olur, o da pi bölü 24. Cavab olur 1. Sonra baxaq növbəti 120-ci suala. P parametrinin neçə tam qiymətində bu tənliyin həlli var. 3 sinüs 2 çıxaq 4 kosinüs x bərabərdir 2p minus 3 bölünsün 2. Bu bərabərliyin sol tərəfinin qiymətlər çoxluğu mənfi 5 müsbət 5'dir. Bunu hardan gəldiyini də bilməliyik. A sinüs 2 üstə gələk və yaxud da çıxaq b kosinüs x'in qiymətlər çoxluğu kök altında mənfi kök altında a kvadrat üstə gəl b kvadrat. Bir də müsbət kök altında a kvadrat üstə gəl b kvadrat. Bunu tətbiq edəndə 3'ün və 4'ün kvadratları 5'in kvadratını verir. Mənfi 5 müsbət 5 alırıq. Onda bərabərliyin sağ tərəfindəki bu ifadədə mənfi 5 müsbət 5 parçasına daxil olmalıdır. Onda yazırıq 2p çıx 3 bölünsün 2 kiçik bərabərdir 5'dən böyük bərabər mənfi 5. Hər tərəf 2'yə vursaq mənfi 10 kiçik bərabərdir 2p minus 3 kiçik bərabərdir 10. 3 əlavə etsək mənfi 7 kiçik bərabərdir 2p kiçik bərabərdir 13. 2'yə bölsək mənfi 3 onda 5 kiçik bərabərdir p kiçik bərabərdir 6 tam onda 5. Və bizə lazımdır p parametrinin qiymətlərinin sayı.
Mənfi 3/5 ilə müsbət 6/5 arasındakı qiymətlər mənfi 3, müsbət 6'dır. Bunların da sayı 6 çıx mənfi 3 üstə gəl 1'dir. Bu da eləyir 10 dənə qiymət. Deməli burada cavab olur 10. Sonra baxaq 121-ci suala. 121-ci sualda verilib 6 kosinüs 5 2 kosinüs 4 2 bərabər 3 kosinüs 9 2 üstə gələk 1. Tənliyinin neçə kökü var? Deməli burada hasilin cəmə keçmə düsturundan istifadə edirik. 6 vuraq kosinüs 5 2 vuraq kosinüs 4 2 bərabərdir 3 kosinüs 9 2 üstə gələk 1. Mən bu ikisini sadələşdirsəm 6 vuraq 2'də 1. Burada artıq yazmalıyıq. Kosinüs 5x-dən 4x çıxsaq qalar 2x üstə gələk. Kosinüslə 5x-dən 4x toplasaq qalarıq kosinüs 9x. Bərabərdir 3 kosinüs 9 2x plus 1. Burada biraz da sadələşdirmələr aparsaq bu 6 ilə 2'ni ixtisar aparıram 3 qalır. Vurub açırıq alırıq 3 kosinüs 2x üstə gəl 3 kosinüs 9 2x bərabərdir 3 kosinüs 9 2x üstə gəl 1. 3 kosinüs 9 x'lər islah olur. Yerdə qalır kosinüs 2x bərabərdir 3'də 1 tənliyi. Və bizə 0-2 pi aralığındakı köklərin sayı lazımdır. Kosinüs 3'də 1'i hər hansı birinci rübdəki bu alfa bucağında alır. Bir də ona simmetrik yerləşən bu 4-cü rübdəki bucaqda alır. Deməli bunun 2 dənə qiyməti var. Sonra baxaq 122-yə. 122-ci sual. 3 kosinüs 2x 3 kosinüs 2x üstə gəl sinüs 4x'i açsaq 2 sinüs 2x kosinüs 2x bərabər 0. Kosinüs 2x'i kənara çıxarıram. Yerdə qalır 3 üstə gələk 2 sinüs 2x bərabərdir 0. Bunun hər ikisi 0 olmalıdır. Kosinüs 2x bərabər 0. Bir dəfə də sinüs 2x bərabər mənfi 1/5. Sinüs 2x də mənfi 1/5 ola bilmədiyinə görə birinci tənliyi həll edirik. Buradan 2x bərabərdir. Kosinüsün 0 olduğu yerlər pi bölünsün 2 üstə gələk pi n'lərdir. Hər tərəf 2'yə bölsək x bərabərdir pi bölü 4 üstə gələk pi n bölünsün 2. Tənliyin ən kiçik müsbət kökü n'in yerinə 0 yazsaq n bərabər 0 olsa x bərabər 45 dərəcə olmuş olar. Cavab olur 45 dərəcə. Sonra baxaq 123-cü suala. 123. Kök altında x minus 3 vuraq sinus pi x bərabərdir 0. Tənliyinin mənfi 3-6 aralığında neçə kökü var? Bunun bir dəfə birinci kökü 0 daha doğrusu bu birinci vuruq 0 olmalıdır. Yəni x minus 3 bərabər 0. Buradan x bərabər 3 alırıq. Bir dəfə də sinus pi x bərabərdir 0 olmalıdır. Buradan da pi x bərabərdir pi n'lərə. Yəni x bərabərdir n'ə və n də bilirik ki tam ədəd olmalıdır. Sonra nə bilirik? Kökün altında x minus 3 olduğuna görə x minus 3 böyükdür 0 olmalıdır və x də böyükdür. Daha doğrusu böyük bərabərdir 3 olmalıdır. X 3'dən böyük bərabər olmalıdır. Gətirib yerinə yazsaq. Biri 3'ün özüdür. Biri 4'dür. Biri 5'dir. Biri də 6'dır. Bizə mənfi 3 6 parçası lazım deyə 6'dan yuxarı yazmırıq. Burada da 4 dənə həll olmuş olur. Sonra baxaq növbəti 124. Deyəsən sonlara çatırıq yavaş-yavaş. 124-cü sual. Tənliyinin şərtini ödəyən köklərinin cəmini tapın. Əvvəlcə sinüs 2x'i açırıq. Olur 2 kök altında 2 sinüs 2 kosinüs 2. Yanında da 2 sinüs 2 var. Kök altında 2 kosinüs 2'i digər tərəfə keçirirəm. Kök altında 2 kosinüs 2 çıx 1 olur. Buradan 2 sinüs 2'i çıxarıram kənara. Yerdə qalır kök altında 2 kosinüs 2 çıx 1. Digər tərəfdə də kök altında 2 kosinüs 2 çıx 1 var. Buradan kök altında 2 kosinüs 2 çıx 1 bərabərdir 0 olur bir dəfə.
Və bunları silirəm gedir. Yerdə qalır bir dəfə də sinüs x bərabər 2-də 1. Deməli, bu iki tənliyi həll etməliyik. Buradan x bərabərdir, bir dəfə olur. Bizə 0,90 aralığı lazımdır. Elə birbaşa 30 dərəcə yaza bilərik. Sinüs 30-da 2-də 1 alır. Digərində isə kosinüs 2x bərabərdir. Kök 2 böl 2-dir. Buradan da birinci rübdə kosinüs kök 2 böl 2-ni 45 dərəcədə alır. Və bizə də lazımdır 45 ilə 30-un cəmi. Bu da eləyir 75 dərəcə. 125-ci suala baxaq. 125-ci sual da eyni tip sualdır. Deməli, burada da sinüs 2x'i açırıq. Olur kök 2, daha doğrusu 2 kök 2 sinüs 2 kosinüs 2 minus kök 2 sinüs 2 bərabərdir 2 kosinüs x'i digər tərəfə keçirəm, çıx 1. Buradan ortaq vuruq kök 2 sinüs x'i çıxarırıq. Yerdə qalır 2 kosinüs 2 çıx 1 bərabərdir 2 kosinüs 2 çıx 1 də digər tərəfdə. Buradan 2 kosinüs 2 çıx 1 bərabərdir 0-a. Buradan kosinüs 2 bərabər 2-də 1 alırıq. Və bizə 0,90 aralığına daxil olan kök lazım olduğuna görə x 60 dərəcə yaza bilərik. Digər bunları silirəm gedir artıq. Yerdə qalır sinüs 2 bərabərdir 1 böl kök 2. Buradan x bərabər 45 dərəcə olmuş olur. 60 ilə də 45-in cəmi eləyir 105 dərəcə. Sonra baxaq növbəti 126-cı suala. 126. Verib bir üstə gələk kosinüs 2 bölək sinüs x üstə gələk sinüs 2 bir üstə gələk kosinüs 2 bərabərdir 4. 0,180 dərəcə parçasındakı köklərinin cəmi neçə dərəcədir? Bu verilmiş düsturlar ki var. Bu birinci ümumən kotangensin açılış düsturudur. Yəni kotangensin yarım arqument düsturu. Və yaxud da ki, heç ondan istifadə etməyək. Kotangens və tangensindən istifadə etməyək. Ortaq məxrəc eləsək. Alarıq sinüs 2. Vuraq 1 üstə gəl kosinüs 2. Burada qalır 1 üstə gəl kosinüsün kvadrat 2. Üstə gəl 2 kosinüs 2. Üstə gəl sinüsün kvadrat x bərabər 4. Çarpaz vursaq 4 sinüs 2. Üstə gələk 4 sinüs 2 kosinüs x bərabərdir. Sürətdə də alırıq 2 üstə gəl 2 kosinüs x. Məxrəcdən 4 sinüs x-i çıxarsam kənara, 4 sinüs x-i çıxarsaq kənara, qalar 1 üstə gəl kosinüs 2. Digər tərəfdən 2-ni çıxarıram, qalır 1 üstə gəl kosinüs x. Və 1 üstə gəl kosinüs x 0 ola bilmir. Məxrəcdə yerləşdiyinə görə fikir verirsinizsə, bunları silirəm gedir. Yerdə qalır sinüs x bərabərdir 2-də 1 tənliyi. Deməli, bizə lazımdır bunun həlli. Sinüs x də 2-də 1-i alır, biri 30 dərəcədə, biri də 150 dərəcədə. Bizə 0,180 lazımdır deyə digərlərini yazmıram. Bu ikisini də toplasaq eləyər 180 dərəcə. Deməli, burada cavab olur 180 dərəcə. Sonra baxaq növbəti suala. 127-ci sual. Yenə ortaq məxrəc eləyirik birbaşa. Alırıq kosinüs 2. Vur 1 üstə gəl sinüs x. Sürətdə də alırıq 1 üstə gəl sinüsün kvadrat x. Üstə gəl 2 sinüs x. Üstə gələk kosinüsün kvadrat x bərabərdir 4-ə. Çarpaz vursaq 4 kosinüs 2. Üstə gəl 4 kosinüs 2 sinüs x bərabərdir. Deməli, bu ikisi 1 verir. 1 də var idi, eləyir 2. Üstə gəl 2 sinüs x. Buradan 4 kosinüs x-i çıxarıram kənara. Yerdə qalır 1 üstə gəl sinüs x. Bərabərdir. Digərlə 2-ni çıxarıram. Qalır 1 üstə gəl sinüs x. Və 1 üstə gəl sinüs x məxrəcdə deyə 0 ola bilmir. Bunları onda silə bilərik. Yerdə qalır kosinüs x bərabərdir 2-də 1. Və 0-360 dərəcə aralığında kosinüs 2 dəfə 2-də 1 alır. Biri 60 dərəcədir. Biri də 360 çıxartmış. Yəni 300 dərəcədir. Bunların da cəmi eləyir 360 dərəcə. Sonra gəldik 128-ci suala. Tənliyinin həllinin varlığı üçün C parametrini ala biləcəyi ən böyük tam qiyməti ilə ən kiçik tam qiymətin fərqini tapın. Verib 7 sinüs 2 üstə gələk 9
kosinus x bərabərdir c və c-ni də müsbət verib. Yəni c böyükdür 0. Biz bilirik ki, sol tərəfin qiymətlər çoxluğu mənfi kök altında 9'un kvadratı eləyir 81 üstəgəl 7'nin kvadratı 49 və müsbət kök altında 81 üstəgəl 49. Bir sözlə sol tərəfin qiymətlər çoxluğu mənfi kök altında 130 deməkdir və müsbət kök altında 130 aralığında qiymətlər alır. Bizə c-nin müsbət olduğunu dediyinə görə buradakı c artıq biz bilirik ki, ümumən c-yə şərt verməsəydi, yəni c-yə şərt verməsəydi ki, nə alır? Onda c də bu aralıqda qiymətlər almalıydı. Amma c-yə şərt verdiyinə görə c 0'dan başlayır və kök altında 130'a kimi qiymətlər alır. Bunun da ən kiçiyi 1'dir və c 0 ola bilmədiyinə görə bu 0'ı silirik. Burada 0 ala bilmir, yumru mörtəzə qoyuruq. Ən kiçiyi 1'dir. Ən böyüyü isə, buraya yazıram ən kiçik qiymət. Ən böyük qiymət isə kök altında 130'dan təqribən 11 tam neçəsi çıxır. Bizə tam qiymət lazım deyil, 11'i götürürük. Fərqi isə 11 çıx 1, bu da eləyir 10. Burada cavab eləyir 10. Sonra baxaq 129-cu suala. 129-cu sual da eyni tip sualdır. Deməli, bir tərəfi 0 eləyir. Yəni 0'dan böyük və 0 ala bilmir. Digər tərəfi isə kök altında 64 üstəgəl 121 və bunu ala bilir. Buradan bir tərəf 0'dır, digər tərəf isə bunları toplayanda kök altında 185 eləyir. Bir tərəf 0'dır, kök altında 185'dən təqribən çıxır 13 tam neçəsə və bizə tam qiymətlər lazımdır. Ən kiçiyi 1'dir, ən çoxu da 13 ola bilir. Bunları da toplayanda 14. Cavab olur 14. Sonra baxaq növbəti 130-cu suala. Tangens x bərabərliyini ödəməyən a-nın ən kiçik müsbət tam qiymətini tapın. Və x də burada yerləşir, deməli 4-cü rübdə. 4-cü rübdə tangens mənfidir. Biz də bilirdik ki, demişdik ki, tangens x əgər kiçiksə 0'dan koşu bərabərsizliyinə görə yaza bilərik ki, tangens x üstə gələk 1 bölək tangens x-in qiymətlər çoxluğu, yəni budur. 2 kök altında tangens x vur 1 bölək tangens x. Yəni koşu bərabərsizliyi. Buradan alırıq ki, tangens x üstə gəl 1 bölək tangens x kiçik bərabərdir. Burada mənfi daha doğrusu. Yazırıq mənfi 2. Bunun ödədiyi qiymətlər mənfi 2-dən mənfi sonsuzluğadır. Ödəmədiyi qiymətlər isə mənfi 2-dən bu tərəfdir. Yəni mənfi 2-dən müsbətə doğru. Bu da müsbət eləyə bilməyəcəyinə görə mənfi 2-dən 0'a kimi. Deməli, onda bu belə olmalıdır. Bərabərliyin sağ tərəfi ki var. A kvadratcıq 51. Bu böyük bərabər olmalıdır mənfi 2-dən. Səbəbin soruşsaz niyə elədi? Ona görə ki, ödəyənlər mənfi 2-dən mənfi sonsuzluqdursa, ödəməyənlər də mənfi 2-dən yuxarı olmalıdır da. Buradan alırıq a kvadrat böyük bərabərdir 49. Və bunun da həllər çoxluğu mənfi sonsuzluqdan mənfi 7-yədir. Bərabərsizlikdən bilirik. Birləşir 7-dən müsbət sonsuzluğadır. Ödəməyən a-nın ən kiçik müsbət tam qiymət. Ödəməyən deyir. Bir şey biz unutmuşuq. Burada bərabərlik ödəyirsə, deməli burada bərabərlik ödəməli deyil də. Biz bu bərabərliyi silirik. Deməli, bərabərlik olmalı deyil. Onda bunlar yumru mörtəz olmalıdır. Bir sözlə, ödəməyən ən kiçik tam qiymət bərabərdir 8-ə. Burada cavab olur 8. Sonra baxaq 131-ci suala. 131-ci sualda da analoji olaraq yaza bilərik. A kvadrat minus 38 deməli böyükdür. Bu da ikinci rübdə verdiyinə görə ikinci rübdə də kotangens mənfi olsun. Böyükdür mənfi 2 yazarıq. A kvadrat da böyükdür 36-dan. Bunun da həllər çoxluğu mənfi sonsuzluqdan mənfi 6-yadır. Birləşir 6-dan müsbət sonsuzluğa. Ən kiçik müsbət tam qiymətdə 7-nin özüdür. Belə sualları burada yekunlaşdırıram. Nəsə fikriniz olsa şərh bölməsinə yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.